بسم الله الرحمن الرحيم والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما ya Rabbel Alemin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, biz kaldık. Deməli en son 5. qaydadayıq. Böyük qaydada adət həkəmdir demək olar. Əl-adə muhakkimə və muhakkəmə. Səhifəni gətirək. Burada en son ikinci səhifəsi qaldı və bu dərsliyin sonuncu səhifəsi qaydaların. Deməli, adət həkəmdir. Biz dedik nədir? Adət həkəmdir. Keçən səhifədə 4 məsələ qalmışdır. Həmən qayda ilə bağlı. Bir, dəlilləri, bu qaydanın dəlilləri, ondan sonra bu örfün, adətin, yəni mötəbər olmasının şərtləri, yəni keçərli olmasının şərtləri, hər adət elə bu adətdəndir, ibadətdən deyil deyə qəbul etmək deyə belə bir şey yoxdur. Şərtlər var mötəbər sayılması. Ondan sonra bu adətin mötəbər sayılan yeri, yəni hansı mövzularda mötəbər sayılır və alt qaydalar. O biri qaydalarda olduğu kimi bu qaydanın da alt qaydaları var. Deməli, bu səhifədəyik. Burada nə yazırıq? Əl-adə muhakkəmə, eyni şey. Həmən 4 məsələ, dəlilləri. Burada yazırsınız dəlilləri. 3 dəlil gətirir. Dediyimiz kimi bu müxtəsər olduğu üçün bu mətin, yəni müxtəsər bu səviyyə uyğun. Burada şübhəsiz ki, o demək deyil. Yəni necə ki, ərəbcə deyilə istiqsa. Yəni məqsəd, müəlliflərin məqsədi o deyil ki, bütün bu mövzu ilə bağlı yəni məlumatları, bilgiləri bizə öyrətsinlər. Yox, bu müxtəsərdir, mətindir. Əsas bilgilər verilir, əsas təməl insanda əmələ gəlilir ki, o təməl üzərindən sonra inşallah həmən o fikri bina qurulur. Deməli, burada əsas 3 dəlil gətirilir. Birinci ayədir. Xudul afə və əmr bil urf. Yəni, əf yolunu tut, yəni insanları əf eləməyə bağışlama və nədir? Örflə əmr et. Bu, Əraf surəsi 199-cu ayə. Həmən burada bil urf dediyiniz, gördüyünüz kimi birbaşa həmən örf sözü, yəni Quranda gəlmişdir. Ondan sonra vəşiruhunne bil ma'ruf ayəsi, bu da Nisə surəsi 79-cu ayə. Nədir? Onlarla, yəni məruf, bilinən, örfə uyğun, bilinən bir tərzdə nədir? Davran, yaşa ailələrə aid bir ayədir. Və üçüncü dəlil burada hədisdən götürülür. Ki, məşhur hədistir. Rasulullah sallallahu aleyhi ve sellem yanına sahibə qadınlardan biri, onun əri, adları mərufdur yəni hədisdə. Əri biraz yəni pul xərcləyən olmur. Pul xərcləyən olmur. Ailəsinə az xərcləyir. Ona görə Rasulullah sallallahu aleyhi ve sellemdən izin alır. Yəni mən özüm üçün və uşaqlarım üçün sahibə qadın deyir ki, onun xəbəri olmadan götürə bilərəmmi onun malından, ərinin malından? Çünki ərinin zövcəsinə və uşaqlarına xərcləməsi vacibdir. Vacib olan nəfəqə var. Və nə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, xudi mə yəkfiki və vələdəki bil məruf. Yəni, mərufa görə, örfə uyğun nədir? Bilinən tərzdə, məruf şəkildə sənə və sənin övladına kifayət qədər götür deyir. Kifayət qədər götür, izin verir və nə əsas məsələmizə şahid olan nədir? Məruf sözü, müttəfəqun aleyh hədisdir, yəni Buxari və Müslimin səhili üzərində icma etdiyi, yəni ittifaq etdiyi bir hədisdir. Yeri gəlmişkən burada həmən o bəzi dərslərdə biz demiş ki, fətva ayrı, qada ayrıdır. Yəni bir fitva verilən, muftinin verdiyi fitva başqa bir şeydir. Qazinin çıxartdığı qada, yəni qərar deyək, məhkəmə qərarı başqa bir şeydir. Məsələn, bu hədis Umdətül Əhkəm ki, Abdülqani Əl-Maqdisi həmbəlilərdəndir. Bu nədir? Yalnız Buxari və Müslimdə keçən, Buxari və Müslimin ittifaq etdiyi hədisləri rivayət etməyin öz məqsədinə qoyan, yəni qarşısına qoyan bir alim düzdür. Yəni, orada keçdikcə bəzi hədislər heç də həm Buxari və Müslimin bərabər rivayət etdiyi deyil, bəzən munfarid dediyimiz, yəni yalnız Buxarinin və yaxud yalnız Müslim rivayət etdiyi hədislər də var orada. Amma bu məqsədi qoymuşdu qabağına. Buxari və Müslim rivayət etdiyi ancaq hədisləri rivayət edir. Və bu hədis orada keçir və şərhində də Həmbəli məzhəbinin şərhinə görə, Həmbəlilərin şərhinə görə bu hədis ki, Rasulullah sallallahu aleyhi ve sellemin qadına deməsi sənə və sənin övladına kifayət qədər götür, ərinin malından, yəni xəbəri olmasa belə götür. Bu hədis Həmbəlilərə görə
qada, yəni Peyğəmbərin sallallahu əleyhi və səlləm bu çıxartdığı qərar, bu fetva deyil sadəcə. Bu birbaşa məhkəmə, yəni qərardır. Qazinin çıxartdığı bir qərardır və bunun fərqi nədir? Qada dediyimiz və hökm dediyimiz. Arada fərq odur ki, fetva da olursa dediyimiz. Arada fərq odur ki, yəni qada dediyimiz qərar ki var, bu sırf kimi üçün o hökm çıxarılıbsa ona aiddir. Yəni bugünkü gündə hər hansı bir ana deyə bilməz ki, Həmbəli məzhəbinin şərhinə görə yenə deyim, deyə bilməz ki, baxın Rasulullah sallallahu əleyhi və səlləm bu cür fitva verir. Bu fitva deyil, bu qaza, belə deyil, qaza, yəni qadadır. Bu hökmdür birbaşa. Fitva başqa şey, hökm. Fitva hamıya aiddir. O soruşana da, soruşmayana ümumi bir fitvadır. Məsələn, bunu edənə bu caizdir və yaxud caiz deyil. Amma bu nədir? Qada sayılır, yəni hökm sayılır, birbaşa o anaya aiddir. Yəni bugünkü gündə yenə də o durumda olan, məsələn bir qadındır, övladına, əri və özünə əri kifayət qədər məsələn nəfəqə vermir, ola. Xəsisliyindən, simicliyindən, hər nədən vermir. O deyə bilməz ki, məsələn, bax Rasulullah sallallahu əleyhi və səlləm bu cür fitva çıxarmış. Deməli, mən də ərimin xəbəri olmadan özüm üçün və övladım üçün kifayət qədər malından, ərimin malından ki, bizə xərcləməsi vacibdir, nəfəqə götürə bilərəm. Bu nədir? Bunu deyə bilməz. Niyə? Çünki bu fətva deyil, qadadır, yəni hökmdür. Qazinin çıxartdığı hökm. Bu fərqlərdən biridir ki, bu inşallah daha təfsilatlı gələcək, amma mövzuya aid sadəcə belə yadımıza düşdü. Deməli, dəlillərdən 2 ayə və 1 hədis gətirilir. Sonra adət həkəmdir. Burada nədir? Örfün mötəbər olmasının şərtləri. Yəni, hər örf, məsələn, deyirlər ki, xalqda örf var, bu örfdir. Məsələn, eşidirik bu şeyləri, keçən dərsdə dediyimiz kimi. Bəzilən qarışdırırlar. Deyirlər ki, bu ibadətlərdən deyil, bu adətlərdəndir. Baxırsan, kimin adəti bu? Yəni, adətin içində o qədər şəriətə müxalif şeylər var, bu adət deyib, bəs adətin şərti var axı, adətin mübah bizim üçün qılınması üçün, adətin şərtləri var mötəbər sayılması üçün. Ona görə adətlərdə əsl olan mübahlıqdır. Məsələn, əgər şəriətə zidd olmadığı müddətcə əsl olan mübahlıqdır. Amma şəriətə ziddir və yaxud başqa deyəcəyimiz şərtlərə müxalifdirsə, artıq adət qəbul olunmaz. Və ümumiyyətlə, keçən dərsdə dediyimiz kimi, bu adətlər ki var, bunlar şəri hökmün olmadığı yerə aiddir. Yəni, bir məsələ, əgər orada şəriətin bir hökmü varsa, bu haramdır, halaldır və yaxud mübahdır, bu artıq şəriətin hökmü olduğu üçün burada adətə baxılmaz. Bu məsələdə adət nədir, nə deyil, baxılmaz. Bu yalnız nədir ki, gələcək şəriətin heç, yəni hüdud qoymadığı bir, necə deyim, bir hüdud, sərhəd qoymadığı, bir ölçü qoymadığı məsələlərdədir. Orada artıq örfə baxılır. Şəriətin birbaşa o məsələdə açıq-aşkar heç bir nas, yəni ayə, hədis, icma və s. yoxdur deyə artıq nədir? O məsələdə örfə baxılır. Amma bəzi şeydə artıq nas varsa o adətə baxılmaz ki, burada misallar gələcək. Məsələn, mötəbər olmasının, örfün mötəbər olmasının şərtlərindən burada 4 şərt gətirir müəlliflər. Birincisi, şəriətə müxalif olmaması. Birinci şərt. Yəni, bir şey ki, şəriətə müxalifdirsə o adət, kimin adəti olursa olsun, o artıq o adətə baxılmaz. Buna misal nə gətirir? Şeyximizin Əmir ibn Vəhcətin gətirdiyi misallardan. Məsələn, fisk əhlinin, fasiqlərin öz həyat yoldaşlarına, qadınlarına ki, ərəb dilində onlara dəyyus deyilir. Yəni, baş açıq, açıq-saçıq, yəni şəriətə müxalif şəkildə yaşaması, bayıra çıxması və s. Buna izin verirlərsə, bu da adətindir. Fisk əhlinin ki, çoxumuzun yaşadığı ölkədə vəziyyət elədir. Fisk əhlini görürsən ki, yəni, halı budur. Qadınlar açıq-saçıq və s. İndi kimsə bunu deyə bilərmi ki, məsələn, biri öz zövcəsini, məsələn, qızını, kimsə qızını birinə ərə verir, həmən fisk əhlindən və ərinə də deyir ki, yəni, ərə verəcək kişiyə şərt qoşur ki, bəs indi keçəcəyimiz alt qaydalardan ki, örflə bilinən bir şey, elə bir şərt qoşulmuş bir şeydir. Şərt qoşulmuş kimi bir şərtdir. Hətta onu şərt qoşmasan da, örfdə bu bilinirsə, bu elə şərt kimi qəbul edirsən. Bizim də örfə görə deyir, yəni daha doğrusu əvvəldə onun örfünə görə, o fasiqlərin örfünə görə deyir ki, nə? Onlarda qadınlar açıq-saçıq gəzir. Ona görə bu, hələ bil ki, heç mən sənə şərt qoşmadan da bu örfdən olduğu üçün şərt qoşmuş kimi sən mənim qızımı sənə ərə verəndən sonra nə edəcəksən? Açıq-saçıq gəzməsinə izin verməlisən.
Bu örf mötəbərdir? Yox, əlbəttə mötəbər deyil. Niyə? Baxmayaraq ki, bu fisk əhlinin çoxsunun, yəni adətidir. Çoxsunun adəti odur ki, açıq-saçıq gəzər onun qızı da, arvadı da, bacısı da, hər şey. Nədir? Bu örf qəbul deyil, mötəbər deyil. Niyə? Həmin o birinci şərtə müxalifdir. Birinci şərt nədir? Şəriətə müxalif olmamalıdır şərt. Bu örf. Şəriətə müxalifsə örfün heç bir dəyəri yoxdur. Heç bir dəyəri yoxdur. Bu birinci şərt. İkinci şərt və yaxud da hətta burada başqa bir misal gətirmiş şeyximiz, qeyd eləmişik. Məsələn, ki bir çox ölkələrdə var bu şadlıq evi. Məsələn, kimisə toyudur, şadlıq evində, məsələn, şadlıq evinin kirayəsini vermiş. Məsələn, bilmirəm, $3000, məsələn. $3000 kirayəsini və deyirlər ki, niyə görə baha? Burada belə bir şey yoxdur. Məsələn, normalda bəlkə $1000 bir kirayəli bir yerdir. Deyirlər, yox, bəs $2000 da bizdə musiqi bu qrupu gəlir, çalğı olur, musiqi olur və s. Bu da onun kirayəsidir. Sən onu istifadə eləsən də eləməsən, bu bizim şadlıq evlərin şərtləridir məsələn. Yəni örfüdür, belə deyək. Bu örf qəbul olunar? Yox. Niyə? Çünki şəriətə müxalif bir şey var burada. Musiqi, çalğısı və s. Ümumiyyətlə bu hesaba girməz. Yəni hər hansı bildiyiniz misal kimi deyə bilərsiniz. Yəni şəriətə müxalifdirsə hər hansı bir adət, qövlü, sözlü olsun, yəni feili olsun, fərqi yoxdur. O mötəbər adət deyil. İkinci şərt nədir? Həmən örfün mötəbər olması üçün həmən o muttarid, biz keçən səhifədə keçmişdik, muttarid olan var və qalib olan var. Yəni ikinci şərt budur ki, bu örf ya muttarid olmalı, ya qalib. Muttarid nə dedik? Hər kəsin etdiyi istisnasın hər bir insanın o zamanda, o bölgədə, o yəni məkanda olan hər kəsin və yaxud əksəriyyətinin istifadə etdiyi, daşıdığı bir örf olmalıdır, adət olmalıdır. Yəni nadir bir örf olmamalıdır. Yəni örfün mötəbər olması üçün nadir bir örflə yəni insan hökm verməz. Yəni bu ya bütün insanların daşıdığı bir örf olmalıdır, adət olmalıdır və ya hamısı olmasa da əksəriyyətinin. Amma nadir olan, necə ki bunu tarix məsələsində dedik, məsələn hicri tarix, miladi tarix, məsələn kimsə bir şey satır, onların ölkəsində, məsələn burada olduğu kimi, yəni burada hicri tarix keçər. Miladi tarixin ümumiyyətlə heç bir dəyəri yoxdur, ümumiyyətlə miladi tarix. Yəni ya hicri keçər, qəməri dövlət səviyyəsində, ya da hicri şəmsi məsələn. Amma yenə də hicri. Məsələn kimsə deyərsə, məsələn bu ilin 5-ci ayın 10-u, 5-ci ayın tarix olaraq 10-u, 5-ci ayın 10-u məsələn, sən mənə al bu pulu, bu borcu qaytararsan, məsələn. Bu tarix qoşdu, 5-ci ay. İndi hicri tarixlə 5-ci aya hələ məsələn, haradasa 7-8 ay bəlkə var. Məsələn, şəmsi ilə 5-ci aya 4 ayla haradasa var. Miladi ilə 1 ay var 5-ci aya. İndi biz hansı ilə hökm verəcəyik? Yəni kimsə deyəcək, heç istifadə olunmayan tarixi deyəcək ki, mən miladi ilə nəzərdə tutmuşdum borc verən, yəni gələn ay artıq 5-ci aydı may, mənə verməlisən. O deyəcək, yox, bu ölkədə nə, heç miladi ağlıma belə gəlmədi. Çünki burada yəni hicri tarix istifadə olunur, yəni şəmsi də olsa, hicri də olsa, qəməri də olsa, amma hicri tarix. Ona görə nədir? Bu örfün miladi ilə hesablanması bu məsələdə, bu ölkədə, bu zamanda mötəbər deyil. Yəni hər ölkə özünə görə və yaxud pul vahidi. Məsələn, pul vahidi ölkədə görsən ki, məsələn, evro heç işlənmir və yaxud da ki, kimsə kiməsə borc verəndə, borc istəyəndə, yaxud bir şeyi satanda, məsələn, deyir ki, bu əşyanı sənə 1000-ə satdım, 1000. Demir, yəni pul vahidin demir, $1000 mı, 1000 hansı bir, hər kəs öz ölkəsində olduğu pul vahidinə görə, yoxsa o ölkədə istifadə olunmayan və yaxud nadir istifadə olunan bir pul vahidinə görə, yəni demir. Bu artıq nə olur? Biz dediyimiz kimi, bu məchuldur. Yəni burada əgər 1000 dedisə, hökm nə ilə verilir? Ya hər kəsin istifadə etdiyi bir pul vahidi, ya da əksəriyyətin istifadə etdiyi pul vahidi. Yoxsa o ölkədə əgər bir neçə pul vahidi istifadə olunursa, müsavin biz dediyinə bərabər vahidi, bir də nadir. Burada görürsünüz, biz dedik ya muttarid olmalıdır, hər kəsin istifadə etdiyi bir adət, ya da qalib, əksəriyyətin. Amma bu müsəv olsa, bərabər və yaxud nadir, ondan da az, nadir olsa, buna nədir? Bu örf mötəbər deyil. İndi fikirləşin ki, elə bir ölkə var, elə bir zamanda, elə bir məkanda yaşayırsınız ki, orada bir neçə, məsələn 2, 3, 4 pul vahidi var ki, hamısı eyni səviyyədə istifadə olunur.
eyni səviyyədə istifadə olunur. Yəni eyni dərəcədə, eyni gücdədir. Yəni bunu sənə minə satdım dedikdə bilinmir bu hansı pul vahidi nəzərdə tutur. Bu artıq nədir? Şəriətə görə alış-verişdə məchul sayılır. Biz də dedik, keçmişdik fiqhdə ki, yəni alış-verişdə iki şey, həm satılan, həm əvəzində verilən dəyər, qiymət ki var, ikisi də məlum olmalıdır. Yəni ikisindən biri məchuldursa, məsələn burada pul vahidi məchul, ümumiyyətlə alış-veriş kökündən batildir, sayılmır və orada hər hansı bir pul vahidini iddia etməyin yeri yoxdur. Çünki dediyimiz kimi örfün mötəbər sayılması üçün ya muttarid olmalıdır o adət, örf, yəni hər kəsin istifadə etdiyi sözlü və ya feili bir adət olmalıdır, yaxud ən azından əksəriyyətinin. Amma eyni olsa bərabər, müsəvi və yaxud nadir mötəbər deyildir. Üçüncü şərt, yəni örfə müxalif olan bir şeyi açıq-aşkar deməmək. Elə yazın. Örfə ya adətə, həmən o mötəbər olub olmadığı danışdığımız adətlər ki var, o örfə müxalif, örfə əks, zidd olan bir şeyi aydın dilə gətirməmək, açıq-aşkar dilə gətirməmək. Bunun misalı. Məsələn, örfə görə avtomobil satanlar, məsələn, bu avtomobilin içində magnitolalar ki var, magnitola, magnitofon mu deyim nə? Bunlar məsələn örfə görə avtomobilin üstündə satılır. Yəni bunu satan, alan heç vaxt şərt qoşmaz ki, o da üstündə olmalıdır və yaxud o da üstündə olaraq satılır. Çünki üstündə, yəni təkər kimi, təkərsiz avtomobil satılır. Yox, yəni avtomobil satılırsa təkərlə satılır. Yəni bunu heç kim şərt qoşmasa da normalda məsələn bir nəfər iddia eləsə ki, satar avtomobili, qiyməti bu, sonra magnitolanı çıxardıb təslim eləyər. Bu adam müştəri tam haqqı ilə deyə bilər ki, yəni örfə görə biz bunu danışmasaq da, örfdə olan bir şeylər elə şərtdə olan, yəni şərt kimidir. Bunu şərt qoşmasaq da, dilimizə gətirməsək də bu örfən bilinən bir şeylər məşrutdur, yəni şərtlə qoşulan bir şeylərdir. Bunu tam iddia eləməyə haqqı var ki, magnitofonu üstünə qoysun, versin ona. Amma biz dedik ki, nə şərt odur ki, ona müxalif şərt, yəni adətə müxalif bir şey aydın dilə gətirməsin. Amma gətirdisə dilə, məsələn, örfdə bilinən budur ki, avtomobilin üstündə həmən magnitofon üstündə ikən təslim olunmalıdır, qiymətin içindədir o. Amma satan adam desə ki, bax, mən bu, məsələn, bu magnitofonu yeni almışam, bunun qiyməti bu və s. Mən başqa avtomobilimə qoyacam onu, bunu çıxarıb yerinə başqa bir magnitofon qoyacam və yaxud deyəcək ki, bunu çıxaracam, magnitofonsuz satacam sənə onu. Yəni artıq örfdə bilinən bir şeyə müxalif olaraq şərt qoşur. Adam dilinə gətirir ki, bunsuz satacam. Qarşı tərəfdə razılaşarsa artıq nədir? Artıq o məhkəmədə iddia edə bilməz ki, örflə bilinən odur ki, magnitofon avtomobilin üstündə satılır. Bu adam da magnitofonsuz verdi mənə avtomobili. Çünki insan deyər ki, mən sənə şərt qoşdum ki, bunu mən çıxarıb satacam sənə. Artıq örf burada mötəbər deyil. Çünki örfə müxalif artıq dilə gətirilən bir şərt var ortada. O şərtə uyğun əməl olunur. Ondan sonra dördüncü şərt və burada sonuncu şərt gəlir, deməli, örfün mötəbər sayılması. Həmən örf həmən o hökmü çıxarılan zamana yaxın və yaxud ondan öncə olmalıdır. Yəni elə yazın, misalla aydın olacaq. Əsas tərcüməni yazın bu sxemlərin. Deməli, həmən örf, yəni haqqında çıxarılan hökm ki var, həmən o hökmə yaxın və yaxud ondan öncə olmalıdır bu örf. Yəni sonraki örfə aid olmamalıdır, belə deyil. Ya yaxın, onunla bərabər olan və yaxud ondan öncəki örfə aid olmalıdır. Bu cür yazın, indi misalla aydın olacaq. Məsələn, şeyxlərin gətirdiyi misallardan biri vəqf məsələsi. Məsələn, bir insan 100 il bundan qabaq vəqf eləyib. Vəqfdə nə olduğunu keçmişik. Vəqf eləyir ki, məsələn, bu torpaq və yaxud bu ev satılıb, bunun və yaxud da bu ev kiraya veriləcək, hər ay kiraya veriləcək, onun kirasının puluna
kiraya her ay mesela 100 dolar, 200 her ne kadar dolarlık kiraya verilecek. Zamandan zamana kiraya değişebilir, kalkıp düşüyorsa. Yani kiraya verildiyse hemen kiradan her ay mesela geçen derste getirdiğimiz iş dediğimiz iş. İş yani alınıp kasıblara, yoksullara paylanacak. İşte biz ne keçdik? Mesela müasir dildə, indi bizim dildə mesela qədimdə aş belə deyək də, qədimdə bir adam 100 il bundan qabaq vəsiyyət edib ki, aş paylanacaq. Aş da deyiləndə məsələn o vaxtda ümumiyyətlə hər hansı bir yemək nəzərdə tutulurdu. Təkcə bizim bildiyimiz plov deyil, yəni hər hansı bir yemək nəzərdə tutulurdu. Məsələn, bu cür fərz edeyim. Bu adam 100 il bundan qabaq bu cür vəqf eləyib. Şərti budur. Aş paylanacaq. Hə? İndi 100 il sonra məsələn bugün o hələ davam eləyir, kiradan nədir alınır, o pula yemək paylanılır. Kasıblara mütləq də şərtdir. Məsələn kimsə plov paylamalı deyir bugünkü gündə bizdə yazılıb görürsən ki 100 il bundan qabaq aş payla. Aş da bizim bölgədə aş ancaq düyüyə deyirlər. Məsələn plov yeməyinə deyirlər də. Yəni sən bunun yerinə məsələn başqa bir yemək, mərcimək və yaxud başqa bir yemək versən, vəqfə sanki vəqfin şərtinə, vəsiyyətinə müxalif olmuş olursan. Burada nə deyir? Həmən qayda. Yəni nə ilə hökm verir? Biz 100 il bundan qabaqki vəqfə hökm veririksə, vəqfə aid hökm veririksə və örfü həkəm qılırıqsa, burada örf nədir? Biz keçirik həmən o hökm olan vaxtı, həmən o vəqf edilən vaxtı aş nəyə deyilirdi? Aş nəyə deyilirdisə, biz bugünkü gündə də ona uyğun vəqfə, yəni vəsiyyətə, həmən o vəqfə yerinə yetirir, vəqfi yerinə yetirir. Yəni mütləq plov verməli deyil, məsələn, başqa şey də verilsə olar. Yəni adi bir misal inşallah ki, aydındır. Yəni əsas nədir? Yəni o vəqf eləyən və başqa bir hər hansı bir hökmdür ki, orada biz yenə örfə bağlayırıqsa məsələni, örfün mötəbər olub olmamasına baxırıqsa, bütün şərtlər varsa, yenə örf nədir? Həmən o deyilən vaxtı, həmən o edilən vaxtı o örfün feili olaraq və qövlü olaraq mötəbər olması vaxtı, bax, o vaxt nəzərdə tutulur. O vaxt örfdə bu şey nə adlanırsa, bu sözə nə deyilirsə, onu qəbul edir. 100 il çünki nədir? İstər-istəməz örflər zamanla, məkanla dəyişilir. Sözlər, sözlərin deyilişi, feilin və s. deyilişi dəyişilir. Bu dördüncü şərt olaraq vardı. 4 şərti var. Deməli, bu nə idi? Örfün mötəbər sayılması. Örfün mötəbər sayılması. İndi internet sabit deyil yazır bizdə. İnşallah ki, kəsilməz. Deməli, üçüncü məsələ nədir? Məhəll, yəni adətin, örfün, biz adət və örf eyni mənalıdır, yoxsa ayrı-ayrı mənalardır. Keçən səhifədə keçdik. Ona görə bəzən gördüyünüz kimi burada örf yazırlar, bəzən adət yazırlar. Bu, yəni həmən mənada anlamalıyıq. Deməli, burada sadəcə kitabın əmanətindən burada adət yazdığı üçün burada adət olaraq deyəcəyik. Adətin keçərli olması, yəni mötəbər olmasının yeri, yəni şəriətdə hansı mövzularda, hansı yerdə mötəbər sayılır. Elə də yazın, adətin mötəbər sayıldığı yeri. Qarşısında yazırsınız ki, şəriətdə mütləq olaraq, yəni mütləq nədir? Şəriətdə qeyd və şərtsiz misal gətirəcəyik. Mütləq olaraq şəriətdə varid olan, yəni gələn, bizim internetimiz getdi, bir dəqiqə səhifəni təzdən gətirək. Burada bir yazı yazmış. İnternet itir, səs gəlmədi. 21:58-də yazdınız. Bizdə saat neçədir? Baxın bir dəqiqə. Çoxdan da belədir, yox təzə, hə? Yaxşı, indi düzələr. İnşallah. Çatı açıq qoyun ki, siz yazanda heç fikir vermədim. İndi gördüm. Gəlir indi, əlhamdülillah. Deməli, biz harada qaldıq? Deməli, mötəbər yeri. Örfün mötəbər sayıldığı yer. Yəni, örf harada mötəbər sayılır? Dediyimiz kimi,
şəriətdə nas olan bir məsələlərdə də örfə baxmalıyıq biz. Yoxsa yox. Yəni harda bu örfə ümumiyyətlə başvururuq? Biz dedik əl-adə muhakkəmə, adət həkəmdir. Yəni təhkim nədir? Başvura bilərik onun həkəmliyinə. Örfdə müəyyən məsələlərdə baş verir. Bütün məsələlərdəmi? Hansı məsələlərdə? Yəni bunu bildirir ki, adətin mötəbər sayıldığı bir yer, mötəbər sayıldığı bir sahə hansıdır? Bu qarşısında yazılan budur. Mən orada mutlaqən fişər və ləm yerid və udabitun fişəri və lə fil-lüğə. Deməli, şəriətdə mütləq olaraq varid olan yəni gələn, mütləq olaraq gələn, mütləq nədir? Heç bir qeyd şərt yoxdur. Hansı bir sözdür, feildir. Qeyd şərt yoxdur. Bir söz deyilir, bir feil edilir və onun qeydi, şərti, çərçivəsi, bir məhdudiyyəti yoxdur. Yəni şəriətdə mütləq olaraq varid olan və nə şəriətdə, nə də lüğətdə ki, ərəb dilindən söhbət gedir, nə şəriətdə, nə də lüğətdə heç bir ölçüsü, dabit, yəni qaydası, ölçüsü olmayan yerlərdir. Yəni mötəbər sayıldığı adətin yeri hansıdır? Bu cür yazın, bu yazdınız inşallah mənası. Deməli, şəriətdə heç bir bu qaydası yox, bunun məhdud çərçivə verilmir buna. Və yaxud da lüğətdə belə, dildə belə o söz deyiləndə, məsələn, hər hansı bir məhdud mənası yoxdur, mənası genişdir. Ona görə deyirlər, nə mütləq şəkildə gəlib şəriətdə, mütləq şəkildə ki, buna misal gətirəcəyik, mütləq şəkildə gəlib və nə şəriətdə, şəri cəhətdə, ayə, hədis, nə də ümumiyyətlə ərəblərin dilində belə bunun bir məhdudiyyəti, ölçüsü, bir qaydası yoxdur ki, bu söz deyiləndə, bu feil deyiləndə, bu ancaq məhdud, bax, bu şey nəzərdə tutulur. Bu daha geniş bir mənalı bir sözdür. Ki, burada mötərəzdə yazın, əl-hirz. Hirz nədir? Qorunma yeri, belə deyil, seyf, yəni qorunan xəzinə, qorunan bir yer ki, bu oğrunun əlinin kəsilməsinin şərtlərinə biz keçmişdik ki, oğrunun əlinin kəsilməsinin şərtlərindən biri, yəni ona o hədd tətbiq olunsun, nədir? Onun oğurladığı əşya hirzdən, yəni qorunan bir yerdən oğurlamalıdır. Yoxsa küçədə bir şey oğurlayıb, yəni insanı küçəyə qoyub, yəni məsələn, söykəyib divara bir şey, əyri durub, necə deyərlər, o da oğurlayıb. Oğurluqdur, haramdır, amma buna görə əl kəsilər yox, yəni sahibi onu qorunan bir yerə qoymadı. Digər şərtlər, təbii ki, şərtlər də var orada, ən azı neçə nisab, müəyyən miqdarda, miqdara uyğun bir dəyərində olan mal olmalıdır və s. Amma hirz məsələsini orada keçmişdik. Bu hirz, yəni qorunan bir yer. Məsələn, gəlir ki, oğurluq həddində məsələn, o qorunan bir yerdən onu oğurlayarsa, qorunan bir yerdən gizlin olaraq onu götürərsə, bu oğurluq sayılır və ona hədd cəzası, yəni əli kəsimi, bildiyimiz kimi birinci kərə, ikinci kərə necə eləyərsə, onun həddi fərqli gəlir. Yəni, o qorunan bir yer, hirz odur, qorunan, saxlanılan, yəni qorunan bir yer. Bu qorunan bir yer sözü nə şəriətdə gəlib ki, məsələn, qorunan yer deyəndə bu seyf nəzərdə tutulur və yaxud qapısı kilidli olan bir ev və yaxud otaq və yaxud nə bilim heç pəncərəsi olmayan bir qapalı yer olmalıdır və yaxud nə bilim divarla çevrili bir yer olmalıdır. Yəni heç bir şəriətdə bunu qeyd edir. Lüğətdə də, ərəb dilinə hirz deyəndə sadəcə qorunan bir yer, qorunub saxlanılan bir yer nəzərdə tutulur. Yəni bunun bir tam məhdud bir anlayışı yoxdur ki, bax, bu qorunan bir yerdir. Bu yerin xaricində digər yerlər qorunan yer sayılmır. Elə bir anlayış yoxdur. Ona görə nədir? Bu məsələdə mütləq olaraq şəriətdə varid olduğu üçün və şəriətdə və lüğətdə onun heç bir məhdudləşdirici bir, yəni çərçivə, məna yox olduğu üçün yoxdur deyənə, bax, bu şeydə örfə başvurulur. Deməli, artıq bir insan filan yerdən şey oğradı. Bu, indi qorunan yerdən oğurlamış sayıldı bunu, yoxsa qorunmayan yerdən. Baxırıq, insan məsələn avtomobilini evin qarşısında yolda qoydu. Bu, bəzi ölkəyə görə bu qorunan yer ola bilər, bəzi ölkəyə görə bu qorunmayan yer ola bilər. Bəzi ölkələrdə bildiyimiz kimi hələ mübaliğə bəlkə olur, üzünü çevirən kimi baxırsan, avtomobil yoxdur yerində, o cür oğurluq və s. haramxorlar baş alıb gedir. Bəzi ölkədə isə, əlhamdülillah, yəni heç nə mühafizəçiyə ehtiyac yox, ümumiyyətlə, əlhamdülillah, nəinki avtomobil, heç belə, yəni avtomobil açıq qalsa belə heç onu oturub
oğurlayan, başqa yerə sürən yox. Yəni o cür əminamanlıq var. Ona görə bu nədir? Bu hirz dediyimiz qorunan yer mənası yerdən yerə, zamandan zamana, hətta şeyximiz dediyi kimi qanunun məsələn oğurluq qadağandır, nəhdir və qanunun güclü, yəni riayət olunduğu, tətbiq olunduğu güclü olan ölkələr var. Bir də var ki, kağızda qanun var, ortada heç nə yoxdur. Necə deyirlər, qanun qüvvəyə minmir, qüvvələr qanuna minir. Belə bir deyim var. Yəni bu nədir? Bu ölkədən ölkəyə bu məna dəyişir və digər, məsələn, namaz babında biz övrətin örtülməsi, məsələn, övrət biraz açılarsa dedik, biraz az, nə o örfə qayıdır. Uzun müddət, məsələn, açılarsa, uzun müddət, qısa müddət orada nədir? Hamısı biz dedik ki, örfə qayıdır. Yəni, niyə? Çünki şəriətdə o miqdarımı, müddət olaraq, yəni vaxt, o bölümümü heç biri gəlməyib. Nə lüğətdə o az müddət, uzun müddət yoxdur ki, uzun müddət 5 saatdır, qısa müddət 1 saatdır, yaxud 1 dəqiqədir. Nə lüğətdə gəlib, nə şəriətdə. O məsələlərdə örfə baxarıq. Amma məsələn, suyun çox və yaxud az olması, suya nəcasətin düşməsi məsələsində biz nə dedik? Suyun çox olması nə idi? Biz dedik ki, qullətən, 2 qullə, 2 qullə ki, onun ölçülərində keçmişik. Ondan az olan su az sayılır. Artıq nədir? Şəriətdə birbaşa hədisdə bunun ölçüsü gəlib. Onda artıq örfə baxılmaz. Çünki bəzi məzəblərə görə, yəni Hənəfi məzəbində suyun deyirlər çox su, bəli, çox su, nəcis ora düşsə də, rəngi və s. dəyişməsə, nəcis sayılmaz, amma çox sözünü örfə bağlayırlar məsələn. Artıq o qullətən, 2 qullə məsələsi bağlamaz. Yox, amma şəriətdə birbaşa nə deyirik? Bunun məhdud bir anlayışı gəldi deyənə, şəriətdə bunun çərçivəsi var, bunun ölçüsü var deyənə, o şeydə biz örfə baxmarıq. Hansında yoxdur şəriətdə edildi, onda biz nə? Örfə baxarıq. Saatımız nə? 41 dəqiqə göstərir. İnşallah ki, səs gəlir. Sonra keçdik biz 4-cü, sonuncu məsələyə. Qavaid mündəricə nədir? Alt qaydalar. Necə ki, digər 5 qaydalarda biz keçdik. Bu da sonuncu 5 qayda. Bizim böyük üzərində icma olunmuş fiqhi qaydalardan nədir? Adət həkəmdir. Burada 5 dənə alt qayda verir. 5 alt qayda verir. Birinci qayda nədir? Yazın. Və o biri qaydalarda olduğu kimi birinci qayda yazılır. Sonra 4-cü mötərəzdə gördüyünüz kimi xırda, yəni balaca hərflərlə nədir? O qaydaya misal gətirilir ki, bu bir misaldır. Digər misallar bunun üzərinə qiyas edə bilərsiniz. Birinci alt qayda nədir? Adət yalnız muttarid və yaxud qalib olanda mötəbər sayılır ki, bu şərtlərə bənzər bir qaydadır. Şərtlərə bənzər. Birinci, çünki şərtlərdə biz keçmişdik. Nədir? Muttarid olmalıdır, yəni qalib olmalıdır. Nə? Təkrarlayayım. Yazırsınız ki, birinci alt qayda odur ki, adət yalnız muttarid və yaxud qalib olanda mötəbər sayılır. Muttarid nə idi? Biz dedik ki, insanların hamısının, o adəti daşıyan insanların hamısının, əksəriyyətin deyil, hamısının əməl etdiyi bir adətdir və yaxud əksəriyyət. Qalib nə idi? Əksəriyyət. Buna misal nədir? Burada yazılar ətəbəyə, desəmənin böyünə. Təyin olmayan. Buna məsələn misal gətirirlər. Bir ölkədə məsələn hər hansı bir yaşadığımız ölkələrdə yerli pul vahidi var. Məsələn bir insana deyəndə ki, bu neçəyədir? Bunu satırsanmı? Deyir, bəli satıram. Neçəyə? Deyir ki, məsələn 5.000-ə. Yəni ilk ağla gələn əgər o ölkədə, yəni hamının və yaxud əksəriyyətinin istifadə etdiyi yerli pul vahididir. Yəni bəzi ölkələr var ki, şübhəsiz ki, orada yerli pul vahidi yəni heç istifadə olunmur, yəni dəyərsiz bir şey. Başqa xarici bu çox vaxt nədir? Başqa ölkələrin istismar etdiyi bir ölkələrdə olur ki, xarici valyuta, xarici pul vahidi istifadə olunur. Yəni bizim bildiyimiz ölkələrdən danışaq ki, əksəriyyəti, məsələn Azərbaycandadırsa manatdır, Türkiyədədirsə lirədir, məsələn Əfqanistan, Əfqani, Suriyədə də indi Suriyə lirəsi və s. Yəni realın lirəsidir, qaçdırdım, lirədir desən orada da Suriyə lirası yoxsa realın. Nəysə, elə bil ki, yerli pul vahidi var və bütün insanların və yaxud əksəriyyətinin məsələn bir şey satanda, alanda qiymət dediyi an o pul vahidi ilk ağla gəlir. Yəni başqa pul vahidi çox nadir istifadə olunur. Bax, burada nədir? Həmən biri desə ki, 5.000-ə satıram onu sənə,
Şübhəsiz ki, burada nədir? O pul vahidini təyin eləməsə də, misalı biz tərcümə eləmədik. Pul vahidini, birinci izah edeyim, misalı deyəcəm. Pul vahidini biz təyin müəyyən etməsək də, dinlə deməsək də 5000 manat mı, 5000 lirə mi artıq hər kəsin yaşadığı ölkəyə istifadə olunan pul vahidinə görə bunu müəyyən etməsək də artıq bu yaşadığımız ölkənin əksəriyyətinin, xalqın əksəriyyəti və yaxud hamının istifadə etdiyi nədir? Mənada anlaşılmalıdır ki, 5000 deməli manata və yaxud lirəyə və yaxud nəyə demişdir. Deməli, mötərəzidə olan misal nə edir? İnsanların pul vahidini müəyyən etmədən alış-verişdə istifadə etdiyi dəyər. Pul vahidini müəyyən etmədən, yəni demədən manat, dollar, lirə və s. pul vahidini müəyyən etmədən aralarında olan alış-veriş. Yəni buna misaldır ki, əgər o ölkədə pul vahidi təyin etmədən ölkənin əksəriyyətinin və ya hamının istifadə etdiyi bir pul vahidi varsa, deməli o dəyərin yanında 5000-dirsə, həmən pul vahidi nəzərdə tutulur. Manatdırsa manat, lirədirsə lirə və s. Ki, nədir? Adət deməli nə olur? Ancaq muttarid və yaxud da qalib olanda mötəbər sayılır. Onda biz, məsələn, qarşı tərəf sən satdın, dedin ki, 5000, yəni 5000-ə. Alan adam, məsələn, Azərbaycanla götürün, manat dollardan ucuzdur. Alan adam deyir ki, daha doğrusu satan adama sərf edir, Allah korusun, yəni yalan danışacaqsa. Satan adam deyir ki, alan adam 5000 manat gətirəndən sonra, satan adam deyir ki, mən 5000 demədim ki, manat. Deyir, hə, manat demədin, amma biz manatla yaşayırıq burada, manatla alıb satırıq, yəni. Sən nə dedin ki? O deyəcək euro və yaxud dollar. İndi aralarında mübahisə olsa 5000-ə razılaşırlar, etiraf edirlər ki, 5000-ə satdıq. Amma 5000 nəyə satdıq? Qaziyə geçsələr, qazi həmən ölkəyə görə bütün insanların və yaxud əksəriyyətinin əgər müəyyən olunmadısa pul vahidini, bütün insanların yaxud əksəriyyətinin istifadə etdiyi pul vahidi örfən alış-verişdə nəzərdə tutduğu pul vahidi ilə hökm verəcək. Manatsa deyəcək, yox. O deməsə də elə 5000 manatdır. Yəni nə dollar, nə bir şey. Yəni söz kimin olacaq? Həmən alanın söz sahibi alan olacaq. Haqq sahibi alan olacaq ki, 5000 manat. Yəni o birisi deyə bilməz ki, mən 5000 dollar, euro nəzərdə tutmuşam və s. İkinci alt qayda nədir? Əl-ma'ruf urfən kəl-məşruti şərtan. Həmən o ara sıra istifadə etdiyimiz, yəni örflə məruf olan, yəni örflə bilinən bir şey şərtlə qoşulan şərt kimidir. Örflə bilinən bir şey həmən qoşulan şərt kimidir. Ki, bunun misalını yazaq, sonra izah eləyəcək. Deməli, nədir burada? Deməli, bu nədir? Birinci misalı olduğu kimi yazın, sonra daha izahlı deməli, izah vereyim. Deməli, müstəcir, yəni ev kiralayan, icarəyə götürən, ev kiralayan insanın öz evində həmən o kira tutduğu evdə, kiraya oturduğu evdə başqasını, yəni kirayəçilərdən başqasını qonaq etmək məsələsi. Yəni ev kiraya tutan insanın başqasını öz evində qonaq etmək, qonaq olaraq qəbul etmək. Bu cür yazın. İndi buna misal. Məsələn, qaydanın mənası nədir? Məsələn, müəyyən örf var ki, icarənin üzərində müəlliflər misal gətirib, biz də onu davam elətdirək. Deməli, icarəyə ev götürmüşük və şərtlərdə yoxdur ki, sən evə qonaq gətirməyəcəksən və yaxud gətirsən 2 nəfərdən artıq gətirməyəcəksən və yaxud nə bilim saat ondan sonra gətirməyəcəksən. Yəni, belə bir şərtlər yoxdur. Yazıda, pozda, dildə belə bir şərt yoxdur. Hə? Amma örfdə var ki, qardaş, mən ev kiraladım, istərsəməz evimə, mənim evimdir, mənfəətini almışam, bu evdən mənfəətlənmək mənim haqqımdır. Şübhəsiz ki, burada dost tanış da gələcək, yəni evimizə qonaq da gələcək, yeməyimizdən yeyəcək, çayımızdan içəcək və s. Bu, örflə bilinən bir şeydir. Hər kəs elə ev kiralayır, nə üçün? Sadəcə yəni kiralayan insanlarla yaşamaq üçün deyil ki, yəni öz evi kimi istifadə etmək üçün mənfəətini alır. Artıq evdən mənfəətlənmək, faydalamaq onun haqqıdır. Onu səndən pulla alıb artıq. Yəni, indi bu ev sahibi gəlib buna deyə bilərmi ki,
gördü ki məsələn, yaxud kimlərsə dedi ki, ya, bunun evinə 5 nəfər qonaq gəlmişdir. Orada yeyib içirlər məsələn. Ev sahibi gəlib buna deyə bilər ki, bura bax, mən sənə ev kiraya vermişəm, amma sənə vermişəm. Mən sənin o 5 dostuna verməmişəm ki, sənə vermişəm, sən otur gülə-gülə, amma o birisilərini çağırma. Yəni onu deyə bilər, deyə bilməz. Desə də yəni haqsızdır. Hansı qaziyə baş vursalar, qazi nə deyəcək? Həmən qayda. Örflə bilinən bir şey, yəni qoşulmuş şərt kimidir. Yəni örflə bilinən odur ki, evimə qonaq da gələr, gedər də. Onu sənə hələ bir ki yazılı və ya şifahi şərt qoşmuş kimi oluram ki, bax evi səndən kiraya götürürəm, mənim evimə qonaq da gələcək, gəlməyəcək. Bunu deməsəm də örflə bilinən bir şeydirsə, bu artıq nədir? Elə bil ki, şərt qoşduğum kimi, bir şərt kimi qəbul etməlisən. Ona görə buna zid heç bir şey ev sahibi olsa belə deyə bilməz. Yəni qayda nə oldu? Örflə bilinən bir şey elə bir şərtlə qoşulan şərt kimidir. Sanki şərt qoşmusan onu örfü. Heç dilə gətirməsən belə. Üçüncü alt qayda əl-kitab kəl-xitab. Yazı xitab kimidir. Yəni müraciət kimi, deyiliş kimi. Bəzən bunu bəzi digər fiqhi qaydalar nitq dedilər, nitq, deyiliş. Amma burada olduğu kimi kitab, yəni yazı burada nəzərində tutulur. Yazı xitab kimidir. Yəni bir şey yazdınsa, mən imza atdım, bu şeylə razılaşdım və yaxud indi misallar gələcək. Bu sanki sözlə dediyin kimi qəbul olunur. Yəni sözlə deməsi. Kimsə deyə bilməz ki, sözlə demədi ki, yazdı. Yox, yazı da eynən sənin sözlə dediyin bir söz kimi sayılır. Hətta sual-cavablarda gələcək. Bəzi ibadətlər var, talaq vermək kimi. Biz dedik ki, insan Allah qorusun qadınını məsələn talaq vermək niyyəti ilə döysə belə o talaq sayılmır. Çünki talaqda söz, ləfz şərtdir. Ləfz, talaq sözünü deməlisən. Niyyətində keçirsən belə talaq sayılmır. Dillə gətirməlisən talaq sözünü. İstər zövcənin özünə, istər kiminsə yanında, axır ağzından çıxmalıdır. Burada amma nə dedik? Yazı xitab kimidir. Yəni sadəcə mesajlar ki, bu suallar çox verilir, hələ son günlərdə də vermişdik. Zövcəmə yazdım, talaq verdim. Sayılır, sayılmır. Əlbəttə sayılır. Yəni gerək sözlə mi deyəsən? Yox, sayılır. Düzdür, bəzi alimlər deyir, orada niyyət önəmlidir. Ola bilər o, məsələn, zövcəsini kədərləndirmək və yaxud qorxutmaq, Allah qorusun, və yaxud belə haram bu cür şəkildə zarafat etmək niyyəti ilə yazdı və yaxud hətta bəzi qədimi misallar var. Alimlər deyir, məsələn, kağızda yazır, qələmi, o vaxtki qələmlər indiki qələmlər kimi deyildi. Yəni itiliyirdi, məsələn, indi də elə qələmlər var. İtiliyən lələklər var idi, mürəkkəbi batırır. Sadəcə bir xətti yoxlayırdı, məsələn, ola bilər. Yazdı ki, ənti tariq. Zövcəsinə yazır ki, o boşdur. Və kağızı da göndərdi, bax gör necə yazmışam məsələn. O da baxır, orada yazılıb ki, sən boşsun, yəni sənə talaq verdim. Yəni bu talaq sayılır yoxsa yox, dinlə demək yazı. Orada niyyəti şərt qoşan bəzi alimlər var, amma biz qayda dediyimiz kimi bu qaydadır. Sonra fiqh üsulunu keçəcəyik növbəti dərslikdə. Yəni burada hər hansı bir fiqhi məsələni biz təqrir eləmək üçün danışmırıq. Yəni hansı bir fiqhi məsələni bizim burada dediyimiz şeylərdən çıxarmaq doğru deyil. Biz sadəcə dediyimiz kimi burada bəzən hətta məzhəbə müxalif bir misallar da gətirilə bilər. Əsas nədir? Bu bütün misallar sadəcə və sadəcə bu qaydalara misal olaraq gətirir ki, qaydanın necə işlədiyini, qaydanın yəni necə tətbiq olduğunu anlamaq üçün. Deməli, burada nədir? Yazı xitab kimidir, eyni qüvvədədir. Eyni qüvvədədir. Və buna misal olaraq məsələn, 4-künc orada mötərəzdə yazılır buna misal ki, məsələn, təklif, icəb ərəbcə, təklif, məsələn, bunu sənə satıram, təklif edirəm, icəb ərəbcə deyir, o qəbul elə qəbuldur. Təklif və qəbulda faks ilə, internetlə, bu ikisi burada yazılıb, ardınca e-mail və s. yaza bilərsiniz. Bu şeylər kimi, məsələn, təklif və qəbul faksla, internetlə olduğu kimi. Yəni, məsələn, biri sənə internetlə, internet alış-veriş, məsələn, hökmləri soruşurlar, caizdir, caiz deyil. Yəni, çünki orada sözlə deyilmir, al, sat, satdım, aldım və s. Yəni, nədir? Məsələn, biri deyir ki, internetdə sənə yazır ki, e-mailinə və nəsə, yazır ki, filan, ya da sən əşya gördün, bunu neçəyə satırsan, o da deyir ki, $1000, o manat və dollar ixtilafından çıxaq, $1000 satıram. Yəni, satıram. O deyir, həmən alaram.
O da mesela deyir 1000 doları gönder mənim filan hesabıma. O da filan hesabına gönderir. O deyir ki, satdım sənə. Yazır yəni. Deyir yox. Biz deyirik. Əslində yanlış. Deyirsə o problem yox. Bu qaydanın heç bir əlaqəsi yox. Burada biz nə yazdıq? Dedi ki, yazı xitab kimidir. Deməli yazır. Bunlar hamısı yazır ki, yazır neçəyə satsın. O da deyir yazır 1000'e satıram. O da yazır ki at 1000 doları filan hesabıma. O da atır ve o da ona yazdı ki bunu sənə sattım. Yazdı demedi. İndi bu alış-veriş sayılır? Əlbəttə ki sayılır. Çünki həmən qayda girir ki yazı xitab kimidir. Yəni bunu dillə aldım, sattım, aldım dediyi kimi eyni qüvvədədir. Sonra deməli neçəncidir bu? Dördüncü alt qayda. Əl-işaratül deməli, əxras, lal dediyimiz dilsiz, yəni danışa bilməyən insan, əxras, lalın anlaşılan işarətləri, anlaşılan, başa düşülən işarətləri bilinən, yəni hər kəs bilinir ki, lallar və qeyri-lallar hətta, məsələn, belə elədirsə, hə deməkdir. Məsələn, belə, indi bəzi ölkələrdə belə, axır dediyimiz kimi, ölkədən, zamandan zamana, ölkədən ölkəyə, yerdən yerə, yəni dəyişə bilir. Əsas nədir? Lalın bilinən, anlaşılan işarətləri dil ilə nitq etməsi kimidir. Yəni, dil ilə söyləməsi kimidir. Laldır, söyləyə bilmir. Hə? Amma, məsələn, indi burada misal gələcək. Əsas onu yazın, tərcümə olaraq nədir? Lal bir insanın, dilsiz insanın anlaşılan, başa düşülən işarətləri, bilinən işarətləri dil ilə söylənişi kimidir, deyilişi, nitqi kimidir. Bu qaydadır, alt qayda 4. Buna misal nədir? Lalın iqrarı. Lalın iqrarı. İqrar nə idi? Biz o cinayətlər və qazilik fikrində keçdik. İqrar insanın özü, yəni özü haqqında bir etirafıdır. Özünə aid bir şahidlik gətirməkdir. Özünün etirafıdır. Məsələn, lal gəldi, Allah qorusun, hər hansı bir, yəni heç pis misal da gətirir. Məsələn, sən bundan, məsələn, bir insan deyir ki, bu lal, dilsiz adam məndən 1000 dolar borc aldı, indi qaytarmır. Məsələn, vaxtı gəldi, qaytarmır. Hakim də, məsələn, qazi soruşur ki, laldan, eşidir amma, ey filan kəs ki, bu nadir olan şeylər, bu sonradan lal olanlara aiddir, sonradan eşitməyən fərqli, normalda yoxsa deyilənə görə, yəni lal olan həm eşitmir, yəni eşitməyən həm lal olur. Hər nə, bu fikirləşir ki, bu eşidir və yaxud tək-tək görür, yazını anlayır. Yəni, məsələn, qazi bundan yazılı və yaxud şifahi şəkildə soruşur ki, sən bundan borc 1000 dolar borc götürdünmü? O da başı ilə, yəni bilinən bir işarət edir ki, bəli, başı ilə edir. Yəni bilinən bir işarətdir, dili ilə bəli söyləməsi kimidir. Bu qayda onu bildirir. Lalın iqrarı kimidir. Aydındır inşallah. Deməli nədir? Bu sırf lallara aiddir. Bu qayda, alt qayda. Sonra, deməli bu 4-cü alt qayda idi. 5-ci alt qayda, deməli burada zaman ancaq yazılıb, amma yanında mötərəzidə, kitabın həmişə dediyimiz ki, əmanətindəndir, yəni biləsiz ki, bu kitabdan deyil, amma şeyximizin dedikləri əlavələrdəndir ki, zamanların yanında məkan və hallar da yaza bilərsiniz. Amma kitabda zaman yazılır. Zamanların, mötərəzidə və ya məkanların və ya halların dəyişilməsi ilə əhkamların, yəni hökmlərin dəyişilməsi inkar olunmaz. İnkar etmək olmaz. Zamanların, birinci zamanların yazı olduğu kimi, zamanların dəyişmək, yəni zaman dəyişdikcə nədir? Hökmlərin də dəyişilməsi inkar olunmaz. Yəni, bəzən zaman dəyişdikcə müəyyən digər zamanda olan hökmlər zaman dəyişəndən sonra o hökmlər də dəyişir. Yəni, bu inkar olunmaz bir həqiqətdir şəriət. Amma bunun çərçivəsi gələcək. Bəzi insanlar şeyhimiz dediyi kimi bunu çox yanlış anlayır. Başlayırlar o zamanda, məsələn, bəzi belə gülünc səbəblər gətirir. Donuz əti niyə görə haram olub? O vaxt soyuducu buzdolabı yox idi. Donuz əti xarab olurdu. Ona görə insanlar zəhərlənirdi. İndi buzdolabı var. Bu səbəb ortaya. Yəni, bu gülünc şeylərdir. Yəni. Bu hər yerdə bu qayda keçməz. Necə ki, ümumiyyətlə ki, bu örfə aid nədir? Böyük qaydanın alt qaydasıdır. Yəni, bunun bir məhdud çərçivəsi var. Belə bu cür
necə deyirlər, cilovu ipini bıraksan bu qaydanın, öz istədiyi bu qaydanın deyil, öz insanın o ağlın, əgər ona ağıl demək olarsa, yəni artıq yəni şəriəti yerlə bir edərlər. Oğurluğun da ortadan qaldırılır, mürtədliyi də ortadan qaldırılır. Digər hətta ailəvi məsələlərdə belə başlayırlar 3 dənə talaq verib, şəriət məsələn ailənin dağılmasına müxalifdir. Gəlin bu dördüncü imkan da verək. Bu şəriətdə 3-dən artıq yoxdur. Bu şəriət Allahın şəriətidir. Bu hər bir şeyin burada şəriətdə nas varsa dediyi çərçivəsi var. Burada örf, adət, aynı zaman dəyişdi, ay məkan dəyişdi. Belə şeyə baxılmaz. Allah Subhanahu Teala elhamdülillah bilirdi ki bu son şəriətdir. Son şəriət olaraq onu göndərdi. Son kitab olaraq qiyamətə kimi göndərdi və son peyğəmbərlə bunların hamısını göndərdi. Sallallahu aleyhi ve sellem. Bu da qiyamətə qədərdir. Qiyamətə qədər də bütün insanların hər bir dövrdə, zamanından, məkandan asılı olmayaraq bütün mükəmməl bir şəriət ki bunu kafirlər belə təəssüflər olsun ki bəzi müsəlmanlar o kafirlər qədər ağıllarını işlətmirlər. Kafirlər belə etiraf edir ki, istər bugünkü iqtisadiyyəti bank sistemində, istər faizin haram olmasında, iqtisadiyyəti heç də qabağı götürmədiyində, yəni bir çox şeylərdə kafirlər belə bu şəriətin mükəmməl və əvəzsiz və tay bərabəri olmayan tam ədalətli bir qanun olduğunu etiraf edirlər. Hətta Avropa, Fransa kimi ölkələrdə belə müəyyən şəri əhkamların uyğunlanmasına belə yəni şəriət olduğu üçün deyil, yəni həqiqətən insanların məsləhətə uyğun olduğunu gördüyü üçün bu cür fikirlər, təkliflər irəli sürürlər. Amma bəzi müsəlmanlar o yəni 17-ci əsrə qədər üzr istəyirəm heç ayaq yolu nədir bilməyən o nəcis insanların qanunları ilə övünürlər. O qanunları öz ölkələrinə gətirmək istəyir ki, gətiriblər. Yəni tək-tük ölkələr xaric şəriət dünyanın heç birində yoxdur. Deməli, bu nə idi? Həmən bu qaydadır. Zamanlar və dediyimiz kimi mötərəzilər, məkanlar və yaxud hallar dəyişdikcə onların dəyişilməsi ilə əhkamların dəyişilməsi inkar olunmaz. Bu şey mümkündür. Zaman dəyişdikcə və yaxud məkan və yaxud müəyyən hallar, vəziyyət, durum dəyişdikcə bəzi əhkamlar da nədir, o zamandan fərqli olaraq dəyişə bilər dediyimiz amma şəriət çərçivəsində. Buna misal nə gətirirlər? Muru'a. Muru'a nədir? Ləyaqət. Yəni insanın ləyaqətli, ləyaqətin, bu misalı yazın, ləyaqəti pozan şeylər, ləyaqəti zədələyən, onlara xələl yetirən şeylər, muru'a deyilər. Bu nədir? Məsələn, bu hədis elmində var, ravi məsələsində və yaxud insanların şahidliyi, məsələn, ədalətli olmalıdır ki, biz bunu cinayətlər və qazilik kitabında da keçmişik. Şahidlərin şərtlərindən biri nə idi? Ədalətli olması. Ədalətli olması nədir? Biz dedik ki, dində var idi. Bir də nə? Muru'a dediyimiz şey də var idi. Muru'a nədir? Həmin ləyaqət dediyimiz. Bəlkə bizim dildə tam onun qarşılığı deyil. Yəni bizim indi ağlımıza gələn odur. Şəriətin muru'a nədir mənası? Yəni insanların arasında, insanların gözündə insanı gözəlləşdirən, ona zinət verənlər, onu gözəlləşdirən şeyləri etməyi, əməllər, sözlər, o əməl, o söz sahibi olmaq və onu insanların yanında pisləşdirən, yəni daha da necə deyim, gözdən salan əməlləri və yaxud sözləri etməmək. Muru'a. Bu nədir? Qədim kitablarda çox görərsiniz. Kimlər ki oxuyub, istər fiqh mövzularda, istər hədis elmində belə, çünki ravilərin də şərtləri var. Məsələn, qədim zamanlarda var idi, məsələn, başı açıq gəzmək kişilər üçün. Başı açıq gəzmək. Məsələn, Afqanistanın özündə bölgələr var ki, çalmasız gəzənlərə başında təsək varsa. Məsələn, deyirlər, bu Əfqan deyil, Pakistanlıdır. Başında təsək də yoxdur, deyir, bu da əhl-i sünnətdir, bu ümumiyyətlə şiyədir. Yəni, sən bu cür ölkədə başı açıq gəzib özünü şiyə ittihamı ilə ittihamlaşdıracaqsansa, burada şəri məhkəmədə sənin sözünə heç baxılmaz. Və qapıdan girən kimi deyir, bu ədalətli şahid deyil, ləyaqətini itirmiş bir insandır. Yəni, özünü şiyə deyiləcək duruma düşürdümüşdür. İndi bu nədir? Bu məkan burasıdır, zaman burası. Yəni, məkandan bu qədimdə də bəzi ölkələrdə ki, bugünkü günlərdə orada yəni, kafirlərin paltarına geyinirlər. Orada da məsələn, başı açıq gəzənin məsələn, kişilər nədir? Onun şahidliyi qəbul olunmazdır. Həmən muru'anı, həmən o ləyaqəti, öz ləyaqətini, şəxsiyyətini yəni azaltmış nədir? Burada
yırtmış, hə? Xavarim. Yəni onu elə bil ki, yox etmiş, onu ortadan qaldırmış, ona xələl yetirmiş sayılır. Amma zamandan zamana bax bu cür şeylər, bu cür ki, bu ləyaqət bu ümumi bir şeydir. Yəni bunda da məhdud bir şey yox, hə? Bu nədir? Zamandan zamana bəzən görsən ki, elə yerdə, hələ görsən ki, elə bir ölkədə orada alimlər belə, məsələn, və yaxud elm tələbələri və yaxud ümumi müsəlmanlar, yəni, məsələn, başı açıq gəzir kişiləri və yaxud da ki, yəni bu şeylər bir də görsən artıq bu şeyin ola bilər ləyaqəti zədələməsə də ləyaqətin kamilliyindən sayılar və yaxud da ki, hətta şeyximiz demişkən bəzi yerdə ola bilər ümumiyyətlə elə başı açıq gəzmək elə ləyaqət sayılar, başı neynəsə örtümü məsələn bəlkə də ləyaqətsiz sayılar. Bəlkə də bu bir misaldır, belə bir yer varmı, yoxmu biz də bilmirik. Amma sadəcə bu nədir? Bu ona misaldır ki, bu cür şeylər zamandan zamana, zaman dəyişdikcə görürsüz, indi məsələn müəyyən ölkələrdə başı açıq bir müsəlman gələr, nədir? Onun şahidliyi qəbul olunar məsələn. Çünki o ləyaqətini xələl yetirmiş sayılmır o ölkədə. Məsələn, amma bəzi ölkələrə sayılır. Məsələn, ona görə zamandan zamana, zaman dəyişdikcə, məkan dəyişdikcə və müəyyən vəziyyət, hal dəyişdikcə bəzi əhkamlar, bu cür əhkamlar nədir? Dəyişilməsi inkar olunmaz. Alt qayda budur. İnşallah. Burada baxaq bəzi qeydlər. Yəni, inşallah ki, bəsdir. Vaxtımızda bir saat oldu. Biz keçək, indi həmən bu keçdiyimiz, keçən dərsdə və indiki dərsdə keçdiyimiz deməli, bu səhifə ki var, 2 səhifə, bu qayda, belə deyil daha doğrusu, 5-ci qayda, buna dair sual-cavab gələcək. İndi mən çatı açıram, həmişəki kimi cavabları çatı yazacaqsınız. Bundan sonra artıq bizdə sual-cavablar qaldı. İnşallah bununla da dərsimizi bitirmiş oluruq, bir dərsliyi. Amma bugün biz bütün sual-cavabı bitirə bilməyəcəyik. Çünki sual-cavabların bir hissəsi, bir çoxu son keçdiyimiz qaydaya aiddir. Digər az olmayan bir hissəsi də məsələn gələcək artıq bütün 5 qaydaya, keçdiyimiz o 5 qayda ki var, bütün ümumi olaraq mücməl, ümumi olaraq bu 5 qaydaya aid gələcək digər sual-cavablar, yəni xeylam sual-cavab qalıb. Ona görə ola bilər onu bu dərsdə bitirməyək. Ola bilər yox, inşallah ki, yəni yarım saata çatdırmam. Gələn dərsdə ola bilər tam qalan sual-cavabları da bitirək. Deməli, 13-cü növ sual. 13-cü növ sual. Bu biraz yorucudur. Şeyximizi də yormuşdu bu suallar. Herhalde sizi də yoracaq. Deməli, burada sual nədən ibarətdir? Deməli, örfün müəyyən baxımından təqsimatı vardı, bölgüsü. Ki, mən açım, siz də açın. Gözünün önündə olsun. Bölgü var idi nəyə görə? Mövzusuna görə. Sözlü bir adətdir, yoxsa feili. Ondan sonra sahibinə görə, yəni o adəti daşıyan, adətin əhli ki var, o adəti daşıyan insanlar, bu adət onların yanında, əhli yanında ümumi bir hamının etdiyi adətdir, yoxsa xas, özəl bir belə sinif insanların adətidir, yoxsa şəri bir adət, şəri bir termindir, şəriətdə olan bir termindir. Bu ikinci bölgü idi. Üçüncü bölgü nə idi? Qəbul olub olunmaması baxımından bu örf səhihdir, yəni mötəbərdirsə, qəbul olunursa səhihdir, yoxsa fasid bir örfdir. Üçüncü bölgü idi və dördüncü, sonuncu bölgü nə edir? Həmən o adəti daşıyan əhli ki var, o adətin əhli, onların ona əməl etməsi baxımından örfün nədir? Muttarid olması, yəni hamısı əməl edir, qalib olması, əksəriyyət ona əməl edir, müsavi, yarı-yarıya əməl edirlər, onu yarısı edir, yarısı və yaxud nadir dediyimiz nədir? Nadir, yəni azlıq ona əməl edir, çoxluq heç də o örfə əməl edir. Bax, bu 4 bölgüyə görə suallar verilir burada. Ona aid sualdır. Deməli, sualda nə deyir? 13-cü növ sual deyir ki, həmən o örflərin təqsimatına, həmən o bölgüsünün keçdiyinə uyğun olaraq hər bir burada 4 dənə xana verilir. Mövzusu, sahibi, örfün sahibi, örfün mötəbərliyi, yəni səhihdir, fasiddir. Bir də örfə əməl etməyi, muttarid, qalib, musavin nədir? Həmən bu cavablar olacaq. Bir-bir təkrarlayacağım bunların hamısını. Bax, bu şeyə görə həmən veriləcək bir örf veriləcək.
Onu birinci diyeceği. En birinci nedir? Mevzusu. Yani sözlü fiil yoksa fiilidir. Gövli de yazabilir. Sözlü yaz sözler. Sözlü yoksa fiilidir. En birinci buna cevap vereceği. Bu nedir? Mevzusu. İkinci sahibi. Fiilin sahibi. Burada yazıyor. Ya ümumidir. Yani hamı. Emel elir orfe. Ya hastır yazıyor bir grup insanlar. Veyahut şer'i. Şeriyette bu adettir, örftür. Şer'i bir termindir. Veyahut fiildir. Üçüncü ise itibarı, müteber olması. Yani sahihtir, fasittir. Sadece iki varyant var. Ya sahih ya fasit vereceği diyeceği. Ondan sonra ehlinin yanında bu qeyd geçen defa dediğim gibi mühim qeyddir. Biz o örfi adeti daşıyan ehlinin yanında bu örfün muttarid yani hamının emel ettiği ya galip ekseriyetin veya musavın beraber yani yarı yarıya yahut nadir azlığın emel ettiğini diyeceğiz. Şimdi bir bu adeti birinci diyeyim. Deməli sırayla 206. sualdayıq biz. Deməli əddəbbə yəni bu ərəb dilində bizdə bu işlənmir deyənə biz bizim dilimizdə məsələn heyvan deyək belə. Əddəbbə normalda yer üzündə yürüyən dörd ayaqlı heyvana deyilir ərəbcə. Hə, məsələn. Əddəbbə yəni biz heyvan deyək. Burada bize göre cevap verin. Hatta bizim Arap dilinde çünkü dabbe o örf onların dilinde olsun vesaire vesaire Arapça bilmeyen ve bu kaydaları okumayan mesela fikri sunuda bunlar geçir. Bilmeyen elbette cevap vermeyecek. Biz bu sualı çevireyi bizim dile uygun heyvan sözü verilende. Heyvan sözü deyilende mütle olarak değilmir. Ne heyvanı, hansı heyvanı, deniz heyvanı, çöl heyvanı. Heyvan sözü deyilende sırf dört ayaklı heyvana ait bu deyiliş. En birinci bu deyilişin mevzusu nedir? Bu sözlü bir örftür. Mesela insanlar örfen deyir ki heyvan sözü diyende dört ayaklı heyvanlar nəzərdə tutulur. Koyun, inek, deve yani dört ayaklı. Mesela iki ayaklı yok, bir ayaklı yok var. Veyahut. Bak bu söz. He? Bu en birincisi sözlü adettir yoksa fiili. Bunu birinci yazın. Sözlü değil, kavli sözlü, bəli, sözlü. Yaxşı. Bu sözü diyen insanlar, mesela heyvan dedikdə dörd ayaqlı heyvanlar nəzərə tutulur. Məsələn, iki ayaqlı toyuq, quşlar nəzərə tutulmaz məsələn. Bu sözü deyəndə, bu insanların bu mənada bu sözü deyəndə bu bütün insanlar mı bunu deyir? Yoksa xas, özel bir insanlar değil. Yoksa bu şer'i bir termindir. Şeriette bu belə keçir mesela. Mesela xas yazılar, ümumi yazılar. Yine deyirəm, ola bilər əvvəl dərsdə dediyimiz kimi bu ümumiyyətlə bu suallara tam doğru cavab vermək diye bir məqsəd yoxdur burada. Çünkü şeyximiz də elə deyir. Buna nədir? Bütün hər kəsin biz özümüz də ayrı-ayrı məkanlardayıq. Eyni dini danışsaq da bəlkə yani her bir yerin hatta eyni ölkənin içinde bölgeye göre, şehre göre değişebilir. Yani ona göre bu nedir? Məqsəd qaydanı anlamaqdır. Ola bilər bəzilərine göre burada herkes o mənada deyir. Ama diğer bölgede herkes o mənada demir. Yani əksəriyyət o mənada deyir. Məsələn, və xas özel insanlar belə deyir. Bizlər əksəriyyət belə demirik məsələn. Ola bilər. Əsas mənanı anlamaqdır. Burada ümumidir inşallah. Yani bildiğim kadar heyvan deyəndə dörd ayaqlı. En azından Ərəbcə burada elə gəlir dəbbə məsələsində. Bizdə heyvan deyəndə ümumən sırf dörd ayaqlı mı nəzərə tutulur? Bütün insanların yanında yoksa xas müəyyən insanlarda mı nəzərə tutulur? Allah alim. Bu sualların birçoğuna da Şeyximiz Əmir Vəhcət belə dedi ki, mən bilmirəm cavabını. Deməli, üçüncü məsələ mötəbər baxımından. Bu cür deyiliş, bu cür mənada deyilmək. Bu səhih, mötəbər bir yani qəbul olunan bir adettir, örftür, sözlü yoksa fasid bir örftür. Olmaz. Səhih, bəli, maşallah səhihdir. Yani burada şəriətə bir zid şey yok. İnsanlar bu cür bu mənana bəli səhih örftür. Və dördüncü, sonuncu nədir? Həmin bu sözü bu mənada işlədən insanlar ki var, o sözün əhli, bu adətin əhlinin yanında bu adətə əməl etmək baxımından bu əməl muttariddir, yəni hər kəsin əməl etdiyidir. Galip əksəriyyətin yarı yarıdır.
yoksa nadir insanların? Muttarid. Eksəriyət yazılar muttarid. Yani inşallah ki muttariddir. Ama şeyhimiz mesela Amir bin Bəcəddə mesela eksəriyet demişti. Ona göre eksəriyet diyenler şeyhimize uygun cevap vermişler. Ama sual cevaplarda imtihanda bizde bu muttarid olarak kabul olundu. Yani bu dersliği hazırlayanlar ve biz dedik ki bu derslik Eymen el-Hibşi'nin de hemen o fikri qaydalar El-Mevahib diye fikri qaydalara esasen olup hazırlanıp ve onun getirdiği misallara uygun olarak ve verdiği cevaplara uygun olarak biz burada cevap ne verir? Muttarid. Burada nedir? Muttariddir. Herkesin yanında. Ama şeyhimiz mesela diyor ki galip. Dediğimiz gibi bu nisbi bir cevaplardı. Nisbi. 207, bu 206 idi. 207. sual eyni şekilde hem birinci gövlü yaxud feili olduğunu yazacağız. Deməli, insanlar arasında belə bir örf var. Onlar çörək, ekmek alanda birbirlerinden alanda hiçbir söz söylemeden sadece pul verip çöreği alırlar. Böyle bir örf əmələ gəlib. Bax bu örf birinci sözlü örftür, adətdir yoksa feili? Feili. Sen ne diyorsun? Feili. Evet. Yani feilidir, bəli. Maşallah, barakallahu fikum. Yaxşı, bu örfü daşıyan insanlar ki var, sahibi kimlerdir? Am, yani hamısı ümumi, yoksa xas bir insanlar, bəzi bir qism ancaq belə eləyər, digəri yox, sözlə deyər. Yoxsa bu şəri bir, yəni ancaq şəriətdədir bu. Bəziləri deyirlər, ümumi deyirlər. Bax, bu həmən yeri dəyişə bilər. Bəlkə də, yəni bəzi ölkələrdə bu cür qəbul olmaz, bəzi, yəni xas olan, bəzi ümumi. Amma bizdə dərslikdə o ümumi olaraq cavab yazılmışdır, ümumi. Yəni bəzisi də ola bilər. Sonra bu mötəbər bir örfdür, adətdir, yoxsa fasid, qəbul olunmayan bir adətdir. Səhih. Mötəbər, bəli, səhihdir. Bəli, maşallah, bəli. Və sonuncu, bu həmən örfün əhli ki var, bu örfü daşıyanların yanında da buna əməl etmək baxımından, yəni bunların hamısı əməl etmək baxımından muttaribdir, yəni hamısı əməl edir, ya qalibdir, əksəriyyət mi əməl edir, yoxsa yarısı, yoxsa az bir hissəsi nadir. Qalib yazırlar, muttarid yazırlar, əksəriyyət, yəni qalib. Bəli, ikisi de səhihdir dediğimiz gibi. Burada da yine şeyhimiz əksəriyyət demiştir, galip. Ama derslikte hazırlayanlar muttarid demiş. Burada bir mesele var. Şeyhimiz ara sıra dediğimiz gibi size misallar getirir bəzilərini. Bəzən məzəli hadisələr danışır, yəni maraqlı. Əvvəl bunu bir-iki yerdə deyəsən demişdik. Məsələn, deyir ki, həmən məsələyə aid. Galip. Niyə görə galip deyir? Çünki Şafiilere göre, Şafii mezhebine göre alışverişte mütley söz olmalıdır. Sattım, aldım. Mütley söz olmalıdır. Hanbelilere göre nedir? Şart değil. Yani örf kimi verdin, o da bilir ki bu pula bir çöreği düşür. Bir tane çöreği verdi sana, gittin. Hiçbir o sene sattım, sen onu aldım demeden sahihtir alışveriş. Şafiilere göre değil. Ve şeyhimiz Hafizullah deyir ki bir defa üniversitete girerken ki orada üniversitede değil, Akıbe Üniversitesi'nde, Medine'de ders değil. Girerken bir de gördüm, yani farklı ülkelerden talebeler var. Bir de gördüm İndonezya'dan olan bir talebe var. Şafii mezhebindedir. Görüyorum ki orada üniversitede duran şey var. Cihaz var, su. Yani 1 riyal koyursan oraya bir su. 1 riyallık su götürürsen orada çıkır. Orada yani o da bir şey demir. Cihaz da bir şey demir. Şafiyelere göre batildir. Ona göre nedir? Deyir, mən onu gördükcə belə gülümsəyərək dedim, gəl bura, sən nə inirsən? Sən ki şafiysən, deyir, sizə göre bu batildir. Olmaz ya, mütləq söz olmalıdır. Bildim? Ona göre nedir? Bu galib deyə bilərik. Hatta bəzi tələbələr deyir ki, bunu əksəriyyət, hamısı deyil, əksəriyyət edir. Burada bir şeyhimiz düzəliş verdi. Edir yoxsa deyir? Yani etmək çünki başqa, demək başqa. Yəni ki, biz necə ki, həmbəlilərdə, hənəfilərdə bəzən keçmişik ki, məzhəb budur. Məsələn, paltar tikdirmək. Pul vermirsən, sifariş edirsən bir şey, təsniyə dediyə. Həmbəlilərə görə məzhəb olaraq bu caiz deyil. Olmaz. Deyin bir deyin deyildiyi də bu. Bu da nisiyə bir, yəni öhdəliyin boynunda olan bir haqq. Mənim üçün paltar tikəcəm. Mən də sənə
filan qədər pul verəcəm. Bu da mənim boynumda bir haqq. Yəni haqla haqq alış-verişi səhih deyil. Amma əməl Hənəfilərə görə səhihdir. Amma əməl olaraq nə? Hənəfilərin əməli ilə insanlar əməl edir. Həmbəlilər belə buna əməl edir. Problem yox. Yəni Şafilər də söz baxımından fiqhdə oxusan səhih deyil bu alış-veriş söz olmadan. Amma əməl olaraq digər məzhəblərə görə əməl edirlər. Bu cür alış-veriş heç bir problemsiz edirlər. Ona görə bir şeyi demək, ona görə bu bəzilərinə qərib gəlir. Hətta bu bəzi məsələlərdə var, gündəmdə olan məsələlərdə ki, uzatmadan deməyəcəm. Bir də görürsən insandan soruşurlar ki, sən hansı görüşdəsən? Deyirsən ki, biz filan alimlərin görüşündəyik. Biz buna meyl edirik. Ki, bizim öz görüşümüzə racih görüş, biz tərcih əhli deyilik ki, bir tərcih edək. Tərcih müştəhidlərin işidir. Amma əmələ görə izah edirsən. Amma bu əməllə edir. Amma görüş olaraq bu görüşdəyik məsələn. Bunu ziddiyyət qəbul edir. Niyə? Çünki bu məsələləri bilmirlər ki, yəni bir görüşdə olmaq, bir sözü demək, məzhəb budur demək və yaxud da ki, racih görüş budur demək ki, racih görüş tərcih edən alimlərə görə. Amma nə deyirlər? Məsələn deyirlər, amma insanların əməli bunun üzərindədir. Yəni başqa belə bir görüş də var. İnsanlar bu əmələ, hər kəs bu əmələ edir. Amma məzhəb olaraq, dərs alaraq, dərs verərək, fitva verərək, məsələn, məzhəbə görə fitva verirlər. Ondan alış-veriş Həmbəllərə, Şafiilərə görə ola bilər, caiz deyil, əgər deyiliş olmadısa. Amma Həmbəllərə görə biz dedik ki, yazı xitab kimidir. Yəni yazınsa satdım, o da yazdısa aldım, pulunu da köçürtdün, o da əşyanı göndərdi, alış-veriş səhihdir. 208-ci sual. Deməli, ət sözü ki, bu bizim dilə inşallah ki, uyğun bir misal, ərəbcə ləhm. Ət sözü ümumiyyətlə qeyd olunanda, yəni demirsən qoyun əti, ineğ əti, toyuq əti, yəni mütləq olaraq qeyd şərtsiz, heç bir izafəsiz, təxsissiz deyirsən ki, məsələn, ət, get at gətir, və yaxud da ət istəyirəm, ət yedim. Ət deyiləndə bununla ev heyvanı, o ev heyvanı deyəndə burada bəhimətül ənam, yəni məsələn qurbanda kəsilən, məsələn qoyun, keçi, ineq, dəvə, bu cür heyvanlar nəzərdə tutulur. Yəni bu cür ət deyəndə bu dediyimiz heyvanların əti nəzərdə tutulması örfi. Ancaq birincisi bu sözlü örfdür yoxsa feili? Birinci bunu cavab verin. Qavli sözlü yəni. Bəli, sözlüdür. Maşallah, barakallahu fikum. Yaxşı, bu deyiliş, bu cür örf, yəni ət deyəndə bu cür, məsələn, quş əti nəzərə tutulur, məsələn, toyuq əti, balıq əti nəzərə tutulur. Ət deyəndə biz bu heyvanları nəzərə tuturuq ətin. Bax, bu artıq maşallah yazılır cavab. Bu ümumi bir sahibin yanında, bu örfü daşıyanların yanında hər kəsin ümumi olaraq istifadə etdiyi örfdir, yoxsa xas olan bir qismin insanları, yoxsa şəri bir termindir, şəri bir örfdür. Məsələn, yazılar nə? Ümumi, xas olan yazılar ola bilər. Bilmirəm, Azərbaycana görə yaxud digər ölkələrə ola bilər. Bizdə ümumi olaraq deyildi. Yəni, ərəbcə ləhm, baxmayaraq ki, ləhmən tariyyə ayədə keçir nə? Dənizdən sizə tər, yəni bizim dilə nə deyil? Tər deyirlər, yəni təzə ət nimət olaraq Allah subhanahu teala xatırladır və balıq ətini ət olaraq adlandırır. Yəni bu var, nadirən bu istifadə olunur. Amma ümumən ki, ola bilər buna görə, amma ümumən bu hər kəsin ərəbcə ən azından ət dedikdə sırf bu heyvan dediyimiz ev heyvanlarının yəni dörd ayaqlı da, yəni keçi, qoyun, dəvə, ineğ və s. onlar nəzərdə tutulur. Amma dediyimiz kimi xas da dediyiniz kimi ola bilər. Sonra mötəbər olması baxımından bu örf səhihdir, fasiddir. Səhih. Səhih, bəli, maşallah, bərəkət. Bir-iki cavab oxuya keçəcəm ki, vaxtımızı 10 dəqiqəmiz arada qalıb təxminən. Deməli, bəs əməl etmək baxımından əhlinin yanında, bu örf əhlinin yanında əməl etmək baxımında bu muttariddir, qalibdir, müsavi, yəni bərabər, yoxsa nadir bir şeydir. Yəni, bəzi nadir bir insan, qalib yazırlar, qalib, bəli, burada qalib deyil. Elə bizdə şeyxlərin də ərəb dilinə uyğunda qalib deyirlər. Çünki dediyimiz kimi, bəzən insanlar həqiqətən ət deyəndə, məsələn, quş ətidir və yaxud toyuq əti nəzərə, yaxud balıq əti ki, Quranda ayə dediyimiz kimi, balıq əti də nəzərdə tutula bilir. Ona görə əksəriyyətin
Əksəriyyətin yanında bu istifadə olunur. 209-cu sual. Bir kişi deyir ki, vallahi Allaha and içir insan, mən deyir filan kəsin evinə ayaq basmayacağam. Filan kəsin evinə ayaq basmayacağam. Ayaq basmayacağam sözünü deyir. Məqsədi isə odur ki, ümumiyyətlə evə girməyəcəm. Yəni, ola bilər ayağı yerə deymədən bəlkə onu gətirə 30 lira. Yəni, məqsəd o deyil. Ayaq basmaq deyil. Bu bir ifadədir. Örfdür, deyiliş. Hə? Bu, yəni məqsəd odur ki, ümumiyyətlə evinə girməyəcəm. Sadəcə ayaq basmaq nəzərində evinə girməyəcəm. Bax, bu birincisi deyiliş. Bu sözlüdür yoxsa feili? Deyiliş. Bir kişi dedi, biz dedik. Bir kişi belə dedi. Allah'a and olsun filan kəsin evinə ayağımı basmayacağım. Bu nədir? Söz, doğru söz yazanı, feili deyil bu. Çünki ayaq basmaqdan biz demirik, söhbət getmir. Bu sözü deməkdən biz deyirik ki, bu cür deməsi, amma əslində ümumiyyətlə heç girməyəcəm mənasını nəzərə tutulması. Bax, bu birinci qövli, yəni sözlü örfdür. Ondan sonra bu cür deyənlərin içində, o örfü daşıyan insanların içində bu ümumi bir sahibi ümumidir. Yəni hamısı belə bu deyib, bunu deyəndə bunu nəzərə tutur. Yoxsa xas bir insanlar ancaq bunu nəzərə tutur. Yoxsa şəri bir termindir bu. Şəriətdə bu deyilir. Yəni ümumidir, xasdır, yoxsa şəri. Yəni bir insanlar ümumiyyətlə bu cür söz deyəndə, Allah and olsun filan kəsin evinə ayaq basmayacağam deyəndə, bunu demək olar bütün insanlar nəzərə tutur ki, ümumiyyətlə evinə girməyəcəm, söhbət ayaq basmaqdan deyil, yoxsa bunu xas müəyyən insanlar nəzərə tutur, yoxsa bu şəriətdə aid. Ümumi. Doğru cavab ümumidir. Yenə deyirəm, yerdən yerə, zamandan zamana dəyişə bilər. Yəni ən azından şeyximizin keçdiyi və ərəblərin orada nəzərə tutduğu ümumi mənadır. Yəni hər bir insan belə deyəndə bunu nəzərə tutur. Sonra mötəbər olması baxımından bu örf, qövlü örf səhihdir, yoxsa fasiddir? Səhihdir, bəli. Əməl baxımından bu muttariddir. Yəni hər kəsin etdiyi, əhlinin yanında bu sözü deyən insanlar, hər kəsin etdiyi bir şey, yoxsa qalibin, yəni əksəriyyətin, yoxsa müsavi, nadir ya da nadir ya müsavi olan. Qalib, az olan nadir deyirlər. Müsavi, bərabər deyirlər. Görürsünüz, bu artıq yerdən yerə dəyişir. Amma bizdə cavab nə edir? Ümumi, yəni muttarid. Muttarid. Hər kəs belə deyəndə, bu sözü deyəndə bunu nəzərə tutur. Şeyximiz amma qalib demişdir. Ona görə qalib cavab olaraq verənlər, necə deyirlər, müjdə olsun. Şeyximizin cavabına uyğun cavab vermişdir. Amma dərslikdə olaraq ümumi gəlir, yəni muttarid hər kəs. 210-cu sual. Raf, burada ərəb qrammatikası ilə bağlıdır. Ərəb dil qrammatikasını bilənlər cavab verə bilər. Bilməyənlər bir şey yazmaya da bilər. Raf, məsələn, hallar var. Raf halı, raf halında olan mərfu deyilər. Bax, məsələn, nəhv, yəni qrammatika elmi ilə məşğul olan nəhliylərdə, məsələn, qrammatika elmin əhli, qrammatikaçılar, belə deyək, ərəb dilin qrammatikaçıları, raf deyəndə, raf ərəbcə məsələn normalda qaldırmaq da mənasında, qalxma mənasında gedir. Raf sözün deyəndə nasb və cər halına müqabil olan üçüncü halı nəzərdə tuturlar məsələn. Bu, ən birinci bu örf yazın ki, sözlüdür, yoxsa feilidir. Bilənlər yazsın. Sözlüdür, yoxsa feili. Ərəbcə qrammatika keçən varsa, bacı qardaşlardan, inşallah hər kəs cavab verir. Sözlü, bəli, sözlüdür, doğru. Yaxşı. Bu, indi bax, bu sözlü adət, örf. Əhlinin yanında, biz həmişə dedik, nə diqqət, bax, həmən o diqqətin yeridir. Əhlinin yanında, əhli kimdir? Nəhv, yəni qrammatika alimləri. O əhlinin yanında, yəni bu, ümumiyyətlə, bütün hər kəsin istifadə, insanların ümumiyyətlə, əhlinin yanında sonuncu gələcək, sonuncu əməl baxımından. Çaşdırdım sizi, özümdə çaşdım, sizə çaşdırdım. O, axırda əməl baxımından. Amma, ümumiyyətlə, bu örfü daşıyan insanlar ki var, bunlar nədir? Ümumidir. Sahibləri ümumidir bu örfün, yoxsa xüsusidir, yoxsa şəri bir termindir bu. Ümumi yazılar, ümumi əvvəl yazılar. Xastır bu. Yəni, ümumi insanlar bu örfdədir.
Yoxsa xas bir qism insanlar bu örfdədir, yoxsa ancaq şəriət bu örfdədir? Belə deyək ki, daha şey olsun, ipucu vermiş olar. Yəni bütün insanlar qrammatikaçı olmayanı, hamısı bu mənada işlənir raf sözünü, yoxsa ancaq xas bir qism insanlar işlədir bunu, yoxsa ancaq şəriət? Yox, doğru cavab xas. Doğru cavab indi gəldi. Hə, doğru cavab xas. Yox, doğru cavab xasdır. Çünki ümumi insanlarda heç raf nədir, qrammatikada və heç bilməyənlər var. Nə nəzəri olaraq, nə əməli olaraq görürsən ki, heç raf halını bilmir. Bu xas, qrammatikaçılara aiddir. Ona görə burada düzgün cavab xasdır. Şəriət deyil. Şəriət elminə başqa, bu dilə aid, nəhv elminə aid olduğu üçün burada xas nəzərə tutulur. Sonra bu səhih örfdür yoxsa fasid? Onu da yazın. Səhih, səhih. Bəli, səhihdir. Və sonuncu sual burada əhli qeydi deməli vacib idi, mühüm idi. Əhlinin yanında, indi həmən şeydir ki, o ikinci məsələ ilə sahibi və əhli qarışdırılmışdır. Əhlinin yanında, yəni qrammatikaçılar, qrammatika əhlidən, əhlinin yanında bu raf sözü deyəndə həmən o car və nəsba müqabil olan üçüncü hal, bu muttarid sayılır, yəni hamısının, bütün qrammatikaçıların istifadə etdiyi bir örfdür. Yoxsa əksəriyyətinin, yoxsa musavi, bərabər, yəni 50-50-yə, yoxsa nadir, yəni bir hissəsinin, az bir hissəsinin. Əksəriyyət, qalib deyirlər, muttarid. Yox, muttarid. Doğru cavab muttarid. Yəni bütün qrammatikaçılar raf deyəndə, məsələn, raf halını nəzərdə tuturlar. Nasb və car halına müqabil olan bu üçüncü sayı olaraq burada cavab muttariddir. Ona görə əhlinin yanında biz dedik, əhlinin. 211-ci sual. Bunları bitirsəydik. 211-ci sual. Deməli, insanlar arasında belə bir örf var. Əgər yataq mebili alırsa, belə bir örf var. Həmin o tacirlərlə yəni satıcı ilə alıcıların arasında ki, yataq mebili alıramsa, onun daş evə, ünvana qədər daşınması da, qurulması da satıcıya aiddir. Yəni satıcının üzərinədir. Qiyməti ona daxildir. Belə bir örf var. Bu örf birincisi feilidir, yoxsa qövli, sözlü? Feili, bəli, feili. Burada sözdən söhbət yox, örfdür. Yəni ki, aldımsa sən onu quracaqsan, sən onu daşıyacaqsan, quracaqsan. Feili bir örfdür. Belə aralarında feili bir örf var. Yaxşı. Sahibi kimdir? Ümumi hər kəsin yanında bu adətdir, örfdür. Yoxsa xas bir insanların, bir qrup insanların yanında, yoxsa şəriətdədir bu? Yox, nadir bu gələcək sonuncuya aid. Ümumi, xas, şəri. Nə yazdılar? Xas, ümumi, xas. Bəli, xas. Kimlərə aid? Xas, həmin tüccarlara aid. Xas. Ümumi də, yəni demək olar. Şeyximiz məsələn ümumi də olaraq tərcih etmişdi. Ümumi ola bilər. Bütün insanlar da belədir. Amma ola bilər bəzi ölkələrdə heç belə bir adət yoxdur. Ona görə qalib, əksəriyyət deyə bilərik. İki dərslikdə əksəriyyət olaraq cavab vermişdi. Əksəriyyət deyil, əslində qarışdırım. Xas, yəni bir qism, həmən o tacirlərin, bəzi alıcıların arasında onlara xas bir adətdir. Sonra etibarlığı mötəbərdir, yoxsa, yəni səhihdir, fasiddir, yoxsa? Səhihdir, fasiddir bu adət. Örf. Səhih, bəli, səhihdir. İndi gəldik dördüncüyə, əməl. Həmən onun əhlinin yanında bu örf kimə aiddir? Bu örfün daşıyıcı kimlərdir? Onlarda əməl baxımından bu muttariddir. Yəni, hər kəsin əməl etdiyi bir örfdür bu. Əksəriyyətin etdiyi, yoxsa orta, yoxsa nadir? Qalib yazırlar. Qalib, muttarid. Yəni, şeyximiz muttarid demişdi. Amma dərslikdə qalib olaraq gəlir. Çünki, yəni, həqiqətən bəzi yerlər var ki, burada da, məsələn, bizdə burada yerlər var. Daşınması, çatdırması. Burada ancaq satdığı yerdən yüklədiyi avtomobilə qədər. Yəni, avtomobil gətirirsən, yükləyib evə götürəcəksən. Məsələn, ora qədər daşıyırlar, bu qədər. Ona görə ola bilər, dediyimiz kimi, ölkədən ölkəyə dəyişir. Hər kəs hər halda öz bildiyi örfə görə, dediyim kimi, bu nədir? O adətləri, örfləri tam dəqiqliyi ilə, məkanına və zamanına görə
öyrənib o məkanda və zamanda görə ancaq cavab verə bilərik biz. Məsələn, başqa məkan və zamanda başqa cavab ola bilər. Ona görə. Amma dərslikdə şeyximiz demişdi muttarid, dərslikdə isə qalib demişdi əksəriyyətin. 212-ci sual. As-salah, namaz, bizim dildə namaz deyə, ərəbcə bizim dildə namaz başqa şeyə deyilmir. Ona görə burada ərəbcə uyğundur. As-salah deyəndə, as-salah deyəndə bu həmən o bəlli sözlər, feillər, xüsusi təkbir, iftitah təkbiri ilə, yəni nədir? İhram təkbiri ilə başlayar və təslimlə bitən bu as-salah sözü deyiləndə bu şey nəzərdə tutulan, bizim bildiyimiz namaz, qılınan namaz nəzərdə tutulanda ən birinci bu qövli feil yoxsa feilidir? Söz deyiləndə nəzərdə tutulan qıldığımız namazdır. Diqqət edin. Yenidən yazanlar təzədən yaza bilər. Yəni ki, biz as-salah deyəndə ərəbcə nəzərdə tutduğumuz nədir? Bu sözü deyəndə həmən qıldığımız namazdır. Bax, bu örf sözlüdür yoxsa feili? Söz və feil yazanlar da var. Yox, burada bir dənə cavab olmalıdır. O da sözlü. Söz deyilir. As-salah deyəndə bunu nəzərdə tuturuq. Deməli, bu sözlü feildir. As-salah deyəndə ilk ağla gələn qıldığımız namazdır. Bu sözlüdür. Yaxşı, bu ümumi, yəni insanların sahibi, bu hər kəs bu mənada bunu işlədir. Yoxsa xas bir insanlar bunu mənada işlədir. Yoxsa bu şər'i bir örfdür, sözlü örf. Şəri, bəli. Maşallah, barakallah, şəri. Çünki bu as-salah İslam dini gələndən öncə as-salah o mənada heç işlənməzdi. Bu sırf şəriətdə gələn bir şəri bir örfdür as-salah deyəndə. Yaxşı, bu örf səhihdir yoxsa yox? Səhihdir yoxsa fasid? Yəni salah deyəndə qıldığımız namaz nəzərdə tutulur. Səhihdir yoxsa yox? Səhihdir, bəli. Şübhəsiz ki, şəridir. İndi üçüncü, əhlinin yanında bu, yəni namazı qılan, bu salah deyəndə bunu nəzərdə tutulan insanların yanında buna əməl etmək baxımından, yəni salah deyəndə bu nəzərdə tutulur. Etmək baxımından bu muttariddir. Yəni hər kəs elə as-salah deyəndə namaz nəzərdə tutulur, yoxsa əksəriyyət halda namaz nəzərdə tutulur, yoxsa musəv, yoxsa muttarid yazırlar. Əslində cavab burada muttarid də ola bilər, amma dərslikdə qalib gəlir. Niyə? Çünki bəzi hədislərdə belə as-salah hətta ayələrdə dua mənasında gəlir. Salli aleyhim, yəni onlardan, ey Peyğəmbər, onlardan zəkat götür, onunla sən onların malını təmizə çıxarmış olursan və onlara nədir? Salli aleyhim, yəni biz desək salat gətir, orada dua et mənasında. Həqiqətən sənin duan onlar üçün nədir? Unutdum orasını məna olaraq. Və bir hədisdə məsələn gəlir ki, oruclu ikən süfrəyə dəvət olunan bir insan ya nədir? Orucunu açsın ya da ki dua etsin. Həmən o salah sözünə istifadə olunur. Dua etsin mənasında. Yəni bəzən şəriətdə də bu, deməli bu qalibən ən çox qıldığımız namaz. Bəli, bizim dildə namaz başqa şeyə istifadə olunmur. Bizim dilə aid edirsə, bəli, doğru cavab odur. Namaz deyiləndə ancaq o nəzərdə tutulur. Amma salah ərəbcə deyiləndə qalibən çox hallarda qıldığımız namaz nəzərdə tutulur, amma bəzi hallarda dua və digər lüğəti, digər mənaları nəzərdə tutula bilər. 213-cü sual. Saatımız artıq vaxtdır əslində. Burada bir neçə sual var. Onları sadəcə bitirək. Digər sualları, bu 13-cü sualın altında 4-5 sual var. Onları bitirək inşallah. Digərləri qalsın o bir dərsə. 213 dedik. Daha tez keçəcəyik. Deməli, nişanlı bir insan, nişan xatib, yəni evli deyil, nigah yox. Məsələn, nişanlıdırlar, necə deyərlər, həsin alıb, evliliyə, nigah kəsməyə razı olar. O, nişanlısına hədiyələr götürür. Hədiyələr təqdim edirlər, məsələn, ailəsi gedir, gəlir, hədiyələr gətirir və o verdiyin hədiyələri mehirdən saymamaq. Bax, bu örf var. Hədiyə verir, məsələn, mehir deyir ki, 5000 dollar. Hədiyə gətirir 1 ay, 2 ay, 3 ay. 3 ayda bəlkə elə 3000 dollarlıq hədiyyə verir. Və belə bir örf var insanların arasında ki, bu hədiyələr həmən o mehirdən sayılmaz. O ayrı bir hədiyyədir.
Və bu örf birinci sözlüdür yoxsa feili? Birinci bunu yazın. Feili. Bəli, tez keçirəm bir nəfər də cavab versən. Yox, feilidir. Çünki feildir. Hesab etməmək. Ondan sonra bu xas bir insanlara aiddir yoxsa ümumilərə yoxsa şəri bir şeydir? Xas, xas. Maşallah, barakah. Hər kəs doğru. Xas. Xas bir ancaq nişanlılara aid məsələn. Sonra mötəbərdir yoxsa yox? Səhihdir, yəni fasiddir. Səhih, səhih, bəli, səhihdir. Və əməl baxımından əhlinin, bu adət əhlinin yanında bu cür örf muttariddir, yəni hər kəs buna riayət eləyər, yoxsa əksəriyyət, yoxsa orta, yəni yarı-yarı, yoxsa nadir? Nadir, əksəriyyət, hər halda hər kəs öz ölkəsində muttariddə deyən var. Bizdə, yəni burada qalib olaraq yazdılar. Şeyhlərimiz qalib olaraq cavab vermiş. Əksəriyyət buna əməl edər, əksəriyyət əməl etməz. Həmbəli məzhəbinə görə səhv etmirəmsə, bu əslində mehirdən sayılar. Ona görə əgər sonra nişan oldu, məsələn, evliliyə gəlib çıxmadı hər hansı bir səbəbdən, onlar hamısı ona qaytarılmalıdır oğlan evinə. 214. Çünki mehri haqq etməmişdi, evlənməmiş. 2 mehirdən sayıldığı üçün. 214. Yol qaydaları ki var. Yol qaydalarına riayət etmək. Yol qaydalarına riayət etmək. Bu sözlü yoxsa feili örfdür. Birinci buna eləyək. Yol qaydaları. Feili, bəli. Yaxşı, bu ümumən hər kəsin riayət etdiyi bir örfdür, yoxsa xas bir insanlar ancaq riayət edir, yoxsa şəriətdədir bu? Hər kəs. Xas yazılır, ümumi. Yox, ümumi. Yəni yol, kim o yolu gedirsə ona riayət edir. Xas ola bilər, indi sürücü baxımından və s. Ümumi. Cavab olaraq burada ümumi verilir bizdə də. Səhihdir yoxsa yox? Yox, riayət etməyən var. O əməl sonda gəlir. Əməl sonda gəlir ki, o inşallah ki, istisnalar qaydanı pozmaq. Səhihdir yoxsa yox? Səhihdir, bəli. İndi əmələ gəlir. Həmən o yol qaydalarına riayət edən qism insanlar ki var. Onların da hamısı buna riayət edir yoxsa yox? Əhli yanında bu riayət olunan bir şeydir yoxsa yox? Azərbaycanı nəzərdə tutsaq, Afqanistanda heç riayət edən yoxdur. Hamısı, əksəriyyəti. Hamısı bizdə riayət edilir, bəli, hamısı. Çünki Azərbaycanda cəza var, cərimə. O canı malı çıxınca deyil, yox, malı çıxınca canı çıxsın, ona riayət edirlər. Bu 200 riayət edilir, bəli. Muttariddir, yəni muttarid. Biz nədir? Burada cavab muttariddir. Bu sualda cavab muttariddir, yəni hamısı riayət edilir. 215. Müsəlmanların övrətlərini, yəni hər kəsin öz övrətini örtmək deyə belə bir örfü və adəti var. Hər kəs övrətini, yəni açıq-saçıq gəzməz, övrət yerlərini örtər. Bu örf sözlüdür, feilidir, maşallah, barakallahu fikum. Yaxşı, bu sahiblərinin yanında, bu örf sahiblərinin yanında, yəni ümumi bir örfdür, xas bir qismə aiddirmi, yoxsa şəri bir örfdür? Ümumi yazırlar, ümumi yazılır. Yəni, bu şeydə üçünə də cavab verən oldu. Ümumi də dillər ola bilər müsəlmanların hamısına aid edilirsə. Xas da ola bilər, sırf müsəlmanlara, məsələn, salih müsəlmanlara aiddir. Məsələn, fasiqlər görsən, kişilik, qadınlı heç riayət etməzlər. Məsələn, o lazımı qədər. Şəri deyənlər də var. Amma dərslikdə xas olaraq verilir, xas. Yəni ki, həmən nədir? Salih müsəlmanların bu örfləri riayət edirlər. Xas onlar. Səhihdir, səhih deyil bu örf. Mötəbərlik baxımından. Şübhəsiz ki, hər kəs səhih yazır, səhihdir. Və əməl etmək baxımından, indi gəldi əməl etmək baxımından əhlinin yanında. Bu örf kimin əhli? Bu örf əhli kimdir? Müsəlmanlar. Əməl etmək baxımından buna hamısı muttariddir. Yəni bu hamısı əməl edir buna, yoxsa qalibdir, əksəriyyət əməl edir, yoxsa yarı-yarı. Muttarid deyənlər var. Muttarid. Əslində muttarid ola bilər, şeyximiz də deyib, ola bilər, möhtəməldir. Amma burada qalib deyilir. Çünki heç də təəssüflər olsun, kişilik qadını hər kəs ona riayət eləmir. Amma əlhamdülillah əksəriyyəti riayət edir. 216, 2 dənə sualımız qalıb. Deməli, fisk əhlinin, fasiqlərin
Burada örf sahibi kimdir? Fasiklər. Əhli kimdir? Fasik. Fisk əhlinin qadınlarının çıxmasında kısa giymesinde bir örfü var. Yani fisk əhlinin örflərindəndir ki, qadınları çıxanda kısa paltarla çıxar. Kısa giyiner. Bax, bu birinci feilidir, yoxsa qövli örf? Onu yazın. Feili, bəli, feili. Bu sahiblərinin yanında, yəni ümumi, yəni bütün insanların əməl etdiyi bir örfdür. Xas bir insan, yoxsa şəri? Hamısı ümumi deyirlər. Burada da aldıdır, 206. Burada əməsində bizdə şeyxlər xas olaraq deyirlər. Xas niyə? Bu fasiklərə aid olduğu üçün xas, yəni bütün insanlar deyil, o əhlinin yanında əməl olaraq sonda gələcək. Ümumiyyətlə insanların örfü olaraq bu nədir? Xas bir insanların, fasiklərə xas olan bir örfdür. Ona görə burada düzgün cavab xasdır. Yaxşı, bu örf səhihdir, yoxsa fasiddir? Fasid. Fasid, bəli, fasiddir şübhəsiz. Niyə? Şəriət müxalif olduğu üçün. Bu, indi əməl baxımının əhlinin yanında, yəni fisk əhlinin, fasiklərin yanında bu örf muttariddir. Yəni, bütün fasiklər elə qadınları açıq-saçıq gəzir, qısa giyinir. Yoxsa əksəriyyətinin, fasiklərin, yoxsa yarı-yarı, yoxsa nadir. İndi hər kəs öz ölkəyə görə, məsələn, şeyximiz öz ölkələrinə görə burada cavab olaraq müsəvin demişdi. Yarı-yarı ki, oranın fasikləri şübhəsiz ki, digər tam açıq-saçıq, heç dinlə əlaqəsi olmayan ölkələrdə olan fasiklərdən şübhəsiz ki, yəni vəziyyətləri daha yaxındır salihliyə, nəinki. Ona görə orada yarı-yarı vermişlər. Yarı-yarı. Amma digər ölkələrdə verilən cavablar doğru ola bilər. Ya hamısı belədir, ya əksəriyyəti belədir, qalib belədir. Amma burada müsavi. O ölkəyə dediyim kimi zamana, məkana görə dəyişə bilər. Çünki fasik olmalarına baxmayaraq, bəzi nəinki fasiklər, bəzi tağutlar, Allah hidayət versin, bugünkü gündə, bəzi gündəmdə olan məsələlər, bəzi tağutlar belə öz zövcəsini nəinki, yəni zövcələri hamısı başdan ayağı bağlı, əsas ərəb tağutlarında və ictimaiyyətin önünə, nə bilim, hansısa mərasimlərə çıxarmazdı. Deməli nədir? Bu örfə görə ərəblərdə müsavin deyirlər. Burada doğru cavab müsavin idi. Orta. Və sonuncu 217-ci sual. Deməli, banklarda faizlə işləyən banklarda deməli, borc verdikdə faiz şərt qoşma örfü. Yəni, borc verir bank sənə və faiz şərt qoşur. Yəni, üstündə 10%, 20% qaytaracaqsan. Bu cür şərt qoşmaq örfü, bu sözlüdür, yoxsa feili? Belə bir örf var. Ola bilər, mən sualı düz vermədim. Burada sözlə demirlər. Sadəcə belə bir örf var ki, bank sənə bir borc verəndə mütləq orada faiz şərt qoşur. Faiz şərt qoşur. Bax, bu sözlüdür, yoxsa feili? Feilidir. Ola bilər, biz düzgün ifadə eləməliyik, ona görə yanlış söz, yəni feili, bəli, feilidir. Yəni, burada söz demir, sadəcə belə bir örf var. Borc verirsən, sənə mütləq faiz şərt qoşacaq. Bu feilidir. Bu, sahibi baxımından ümumi bir örfdür, xas insanlara aid, yoxsa şəri bir örfdür? Xas yazırlar. Xas, bəli, xas. Yəni, bankçılara, onlardan borc alır verənlərə və s. Doğru. Və səhihdir, yoxsa fasid mötəbərlik baxımından? Fasid şübhəsiz fasiddir. Şəriətdə açıq-aşkar müxalifdir. Və fasid, bəli. Və sonuncu, əhlinin yanında bankçılar, məsələn, bankaçılar, nə deyirəm, bankirlər, əhlinin yanında bu muttarid əməl olunan bir örfdür. Yəni, hər kəs hələ faizlə verir bunu, yoxsa əksəriyyət bu faizlə verir, yoxsa o yarı-yarı ya da nadir. Muttarid, indi yazırlar, muttarid, bəli, ola bilər, dediyimiz kimi örfə. Bizdə amma qalib olaraq yazırlar, hər halda ola bilər, yəni o ölkələrə aiddir ki, orada banka sistemini biz bilmirik, bank sistemini, ola bilər ora aiddir ki, orada məsələn əksəriyyət faizlə verir, amma normalda
faizsiz verirler ki evvel bildiğimize göre çok iller evvel biz bilirdik ki mesela Suudi Arabistan'da faiz denilen bir şey yok idi. Faizsiz verirler insanlara 20 illik, 25 illik yani borç verirdi. Yerli ahaliye destek olsun diye özne ev alsın vesaire vesaire verirler faizsiz. Şimdi olabilir. Ekseriyet faizle verir diyene orada cevap galip ekseriyet. 14. sual inşallah gelen dersen ve akulu kavli hâdâ ve estağfirullah li ve lekum lisâil muslimin subhanakallahumma ve bihamdik eşhedü en la ilahe illallah estağfiruke ve etûbü ileyk. İnşallah gelen derste de çalışarız ki kalan diğer sual cevapları bitireye aldık. Çok sual cevap. Çalışarız bitirmeseyi 2 ders eləyərik. Allah bizi eşli faydalarda eylesin. Allah bize hakkı hak olarak göstersin. Onun tabi olanlarda eylesin. Batılı da batıl olarak göstersin. Ondan çekinenlerden eylesin. سبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك السلام عليكم ورحمة الله وبركاته